Salam əziz və hörmətli dostlar, xoş gördük. Umarım ki, yaxşısınız, sağ və salimsiz. Bilirsiniz, mən hər gün çalışıram ki, bir səfər bir kitab oxuyam və onu heç olmasa özümə təhlil eləyəm, onun kəlmələrini düşünəm, hər kəlmədən aldığım fikirləri düşünəm. Və gönlüm istədi ki, bu kitabı oxuyarkən burada da qoyum. Dostlar da bəlkə şoqa gəldilər, onlar da bir şeylər oxudular. Kitabın adı Türkçülüyün əsaslarıdır və Ziya Gökalp adlı bir şəxsiyyətimiz 100 il bundan öncə bu kitabı yazıbdır. Kitabın 37-ci səhifəsinə yetişdik. 36-cı səhifənin sonlarında yadınızda olsa dedi ki, şərq mədəniyyəti ilə qərb mədəniyyəti bir-birinin ziddidir. Və şərqdə Osmanlının çevrəsində olan, dövrəbərində olan bütün millətlər və məmləkətlər o şərq və hətta müsəlman məmləkətlər qərbin mədəniyyətini alıblar. Osmanlı da məcburdur bunu alsın, bunun üçün də dağılacaqdır. Sonra da dedi ki, bizim nəzərimizdə, Əssalamu aleyküm, xoş gördük dostlar. Dedi ki, bizim nəzərimizə belə gəlir ki, türkçü o adamdır ki, həm İslamı və həm türk kültürün saxlayaraq, yəni bunu saxlayan eyni zamanda şərq mədəniyyətinin yerinə qərb mədəniyyətini almalıdır. Amma bundan öncə dedi ki, bu işi görsün, mədəniyyəti alsın, əvvəlcə öz kültürümüzü tanıyaq, bunları təhqiq eləyək, çıxadaq, qoyaq, əldə olsun ki, eləyə bilək, gedək, ondan sonra mədəniyyət alaq. İndi 5-ci mövzu ki, istir danışa, xalqa doğru bir şeylər anlatmaq istir. Mövzusunun adı xalqa doğru. Xalqa doğru, yəni farsca betərəf mərdum. Burada da olacaqdır, xalqa doğru, xalqa tərəf, xalqa üz tutub, xalqa danışmaq bu anlamdadır. Türkçülüyün ilk əsaslarından biri də bu xalqa doğru prensipdir. İrfanda 7-8 mərhələ vardı. Biri minəllahdır, biri ilallahdır, biri minəl xalqi iləl xalqidir, biri minəl haqqi iləl haqqdir. Nədirdir? Bu cür bir şeylər. O anlamdan istifadə edibdir. O İrfan, İslam irfanında belə bir sözlər var. Bu oradan istəyibdir. İndi onu deyir, türkçülüyün ilk əsaslarından biri. Yəni, türkçülüyün neçə əsası var? Biri dedik ki, əvvəl türk malı almalıdır, türk cinsi almalıdır, türkə təəssüb göstərməlidir, türk dilinin üstündə işləməlidir, türk tarixin o birisi yazarlardan, o birisi millətlərin yazarları ilə düşünməməlidir. Hətta onun tərsəsi, nə yazıblar onun tərsəsini düşünməlidir. Və bu cürsü bir şeylərlə danışa-danışa gəldik bura millətinin inkişafını düşünməlidir. Yəni, daimən xiyal quracaq ki, mən bu millətin nə cür mənafeyini təmin edə bilirəm, bu millətin mənafeyi hər gün dəyişə bilər. Çünki zaman dəyişir, teknoloji dəyişir, millətlər dəyişir və biz də bunun üzü ilə getməliyik. Türkçülüyün ilk əsaslarından biri də bu, nədir? Xalqa doğru. Minəl xalqi iləl xalq. Xalqıdan xalqa. Yəni, xalqıdanıq, amma xalqımıza getmək. Bəli, biz indi İranda xalqıdanıq, yəni türkük, amma özcüyə. Minəl türki iləl özcə, minəl türki iləl farsuq deyiz. Yəni, biz türk millətindənik, amma fars millətinə, İran dövlətinə və İran adlı bir məmləkətə çalışırıq. Öz yurdumuza, vətənimizə, dövlətimizə çalışmırıq. Prensip latincə bir sözdür. Usus, əsas, qanun, qaydə, bir əxlaqi yöntəm. Buna da prensip deyirlər. İndi xalqa doğru görək, yəni nə mənə? Dedi ki, biri də budur ki, xalqa doğru hərəkət eləyək, öz xalqımıza doğru. Vaxtı ilə bu prensipi uygulamaq üzrə İstanbulda xalqa doğru adlı bir dərgi çıxardıq. Deyir ki, vaxtı ilə, yəni o zamanlar, bir vaxtında, bir vaxtlar bu prensipi, yəni nə xalqa doğru
olan prinsipi uyulamaq üçün, işə almaq üçün, işə tutmaq üçün, onu tətbiq eləmək üçün, ona əməl eləmək üçün İstanbulda Xalqa Doğru adlı bir dərgi çıxardıq, ya çıxarırdıq. Deyir ki, bu adda Xalqa Doğru adında bir dərgi. Dərgi həftəlik bir şey olacaqdır, məcəllə şəklində farsça deyilir. Çıxarırdıq, yəni nəşr edirdik, yayırdıq. Nəşr yaymağın ərəbcəsidir, intişar daha belə. Çıxarırdıq, yəni biz bunu yazırdıq, çapdan çıxırdı və yayılırdı. Sonraları, yəni o mətbuatdan sonra, o Xalqa Doğru nəşriyyəsindən sonra İzmirdə də eyni ismidə bir dərgi yayınlandı. Deyir ki, sonra İzmirdə də bu dərginin eyni adla İzmirdə biz yox, bəlkə başqaları yayınlandı. Yəni bilmirik kim yaydı, amma yayınlandı. Yəni İzmirdə bir də insanlar Xalqa Doğru adla dərgi çıxardıblar. Xalqa Doğru getmək nə deməkdir? Bu sualdır. O Xalqa Doğrunu elədi. Burada bir getmək gəldi. Xalqa doğru getmək. Nə deməkdir? Yəni, nə mənə istiruq deyək? Biz deyirik, xalqa doğru getmək. Yəni, nə demək istiruq? Xalqa doğru gedəcək olanlar kimlərdir? Kimlər xalqa doğru hərəkət elər? Öz xalqına doğru hərəkət elər. Yadınızda olsa bir cilayə elədi. Dedi ki, Birinci Dünya və İkinci Dünya Savaşında müsəlman və türklərin içində çoxlu vətən xaini çıxdı, millət xaini çıxdı. İngilislərin içində bir dana çıxmadı, bir dana. Bu ona görə deyir ki, xalqa doğru gedəcək olanlar kimlərdir? Bu adamlar ki, xalqımız, xalqım, millətim, türküm, Azərbaycanın millətim deyirlər. Bunlar kimdilər? Nə müşəxxəsələri var? Hardan tanıyacaq ki, bu adam doğru bir adamdır, yalan bir adamdır? Bir millətin aydınlarına, fikir adamlarına o millətin seçkinləri adı verilir. Görün nə gözəl. Deyir ki, bir millətin aydınlarına, baxın, diqqət buyurun kəlmələ, aydın, adam özü ayılıbdır. Aydın ayılmaq sözündəndir. Aydın eyni hal işıqlanmaq sözündəndir. Eyni hal ay kəlməsindən alınmalıya bənzir. Dilçi olmadığım üçün bunları məndən ciddi tutmayın, dilçilərimiz bunu danışmalı. Amma mənim də ağlıma gələnləri deyim. Aydın sözü ay kəlməsindəndir. Aya bənzər. Çünki ay daimən qaranlıqda biz üzümüzü göyə çevirəndə ən böyük işıq ki görürük aydır. Əslində işıq deyil, o günün işığı düşür onun üstünə. Ulduzlar ki göz vururlar, onlar özləri işıqdır. Yəni onlar özləri bir gündürlər, adına biz ulduz deyirik. Amma uzaqda olduğu üçün neçə milyon il bizdən fasiləsi arası olduğu üçün fasilənin yerinə ara işlədək. Arası olduğu üçün biz onların işığı bizə gəlib çatmır, düzültüsüz çatır. Amma ay ki yaxındadır, onu biz yekə görürük. Aydın olmaq, yəni o cürsi qaranlıqda görünən. Bu anlamı mən kəlmədən alıram. İndi Azərbaycanda, İranda aydınlar kimlərdir? O adamlar ki, qaranlıqda. Hangi qaranlıqda? Farslar bir siyasi, düşüncəsəl beyin yıxama sistemində bizi qaranlığa aparıblar. Və biz bu qaranlıqlarda bəzilərimiz nədən isə ailə içində bəzilərimiz, məsələn, bəzilərimizin dədəsi ya nənəsi musiqiçidir. Bəzilərimizin dədəsi ya nənəsi ya böyük babamız, ya böyük nənəmiz fırqaçı olublar bir dövrdə. Bəzilərimizin dədə-nənəsi məsələn aşıqdır. Bəzilərinki yazarmış, bəzilərinki siyasi zindanıymış və bunlar bahis olublar ki, biz aydınlaşmışıq. Yəni biraz
o birisi adamlarla ki dədənənələri dövlətə işləyirlər, dövlət sistemində yekəliblər üst-üstə və istəyirlər dövlətə girələr. Onlardan biraz fərqli yox. İndi fikir adamlarına, bir də fikir adamları var. Fikir adamları nədir? Bu adamlar bəlkə işləri var, bəlkə işləri yoxdur. Amma bu adamların 24 saat fikri budur ki, bir yol tapaq bu millətimizin dərdin baş tapaq. Bir yol tapaq bu millətimizi bu dərddən qutaraq, bu mərəzdən qutaraq. Fikir adamları bulardılar. 24 saat ömürləri başdan, əvvəldən hətta yuxuda belə bunlar milləti görərlər, millətin dərdini görərlər, yol axtararlar. Bunlara yuxuda ilham olar. Yəni yuxuda fikirləri, bir onu görürsə bir şey yetişdi fikrinə, onun üstünə işlər, yazar, aylar, mütaliə elər, görər ki, bu nədir? Bəlkə oradan bir çıraq yandıra bu millətə. Bəlkə qaranlıqda bir çıraq ola özü. Adamlarına o millətin seçkinləri adı verərlər. O millətin seçkin nə demək? Qabaqcan demişik. İndi intixab, müntəxəb. Məsələn, onlar deyirlər, amma seçkin biraz daha şeydir. Xəvas. Biz gedirik meyvə alaq, məsələn, bazarda almanı ya heyvanı ya hər nəyi seçirik. İçindən o yaxçıları ki, nəzərimizdə yaxçıdır, onu seçirik. Mümkündür biz seçəndən sonra bir iddə də ayrı adam gələ, ayrılarını seçək ki, biz seçməmişdik. Amma onlar da öz nəzərlərinə görə seçmək imkanları var. Əlbəttə bunu da deyim, bu bir dənə rəvanşinasi bir əslidir, Avropada, Amerikada işlədirlər. O da budur ki, dükanları açıq qoyun. Dərhəm İranda deyirlər, ha. O cürsü qoyun ora, meyvəni tökün ora. İnsanlar gələcəklər, seçəcəklər. Birinci adam seçəcək öz nəzərinə, yaxçıları götürüb gedəcək. Qalanlar onun nəzərinə pisdir. O birisi adam gələcək, mövcudlardan, qalanlardan yaxçılarını seçib gedəcək. Axirəcən, axirdə də bir adam gələcəkdir, o qalanların içindən seçəcək, xərabları da seçməyəcəklər, qalacaqdır, götürüb atacaq eşiyə. Seçmək beləsidir əslində. Yəni, mövcud vəziyyətdə. Siz, məsələn, İrandakı fikirdaşları Türkiyə ilə ya Amerika ilə müqayisə eləyə bilməzsiniz təbiətən. Çünki o şəraitin içində yetişmiş ziyalılardır. Əlbəttə, onlar çox mühümdürlər. Çünki onlar Amerikada ya Türkiyədə imkanat olmadığı imkanatı almadıqları üçün, yetişdikləri üçün bunlar kəbirdə ya susuz bir yerdə yetişdikləri üçün çox fikirli insanlardılar. Bunlar seçkin. Pəs biz bir millətin aydınlarına və fikirdaşlarına seçkin adı veririk. Mən bir məqalədə bunun adını qoydum, öncül. Dedim, bizə hey deyirlər, o istir rəhbər olsun, bu istir rəhbər olsun. Əvvəldə bunu bir yazda, bir danışıqda da qoymuşam telegramıma, açıqlamışam ki, əvvələn açıq dünyada, Amerikada, Kanadada, Avropada, Türkiyədə hamı istəyir ki, dövlətdə bir dəyişiklik yaratsın. Siyasi insanlar, düşünür insanlar, savadlı insanlar, fəlsəfə sahibləri, millət dərdi çəkənlər istəyirlər ki, yüksəlsinlər, dövlət işlərinə girsinlər, liderlik eləsinlər. Nə edirlər? Gedirlər, bunlar hizbilərə girirlər. Hizbilərin vasitəsilə seçkilərdə, intixabatlarda gedirlər, dövləti əllərinə alırlar, ustandar, fərmandar, bəxtdar, rəis, amuzur, pərvəriş, kitab, filan, bəhman, bunları alırlar, əllərinə yazırlar. İndi İranda, Güney Azərbaycanda bizim bunlarla niyə düşmənçiliyimiz var? Hamı istəyir lider olsun. Nə gözəl bunların, hər kəsin liderlik eşqi var, gərək bunun əlini öpək. Niyə? Çünki bunlar millətimizi bir yerə çəkmək istəyirlər. Bunlara gərək bu icazəni, əgər İran dövlətimiz olsaydı bizim dövlətimiz deyil, düşmənimizdir, bizə icazə verərdi, hizbimiz olardı. Bu hizbimiz gələrdi Azərbaycanın içsi seçkilərində, ya İran seçkilərində Azərbaycanın dərdin danışan, cəsarət edən insanlar gələrdi. Buradan gedərdilər məclisə, gedərdilər dövlətə, gedərdilər ustandariyə, fərmandariyə, bəxşdariyə, amcırpərvərişə, banka, ora, bura girərdilər, şəhrdariyə, şurayı şəhrə girərdilər və bu şəhri dəyişdirərdilər. Amma indi nə idi? İndi orada insanlarımıza bu icazə yoxdur. Bu insanlar neynəsinlər? Bu insanlar heç zat gələcəklər, yazı yazacaqlar, danışacaqlar, dövlətlərinə 4-5 nəfər yığacaqlar ki, fikirlərini onlara desinlər. Çünki bunlara sistemi siyasi, iqtisadi, ictimai icazə vermir, bunlar inkişaf eləsinlər. Bunlar normal camiələrdə bunlar nemət insanlardılar. Bunları biz gərək qədrin bilək. Bunlara gərək həmlə eləməyək. Bizlə fərqli düşünməkləri çox gözəldir. Çünki insanlar fərqli doğurlar, fərqli zamanda, fərqli makanda doğurlar.
belə bir dədə nənənin uşaqları bir-birinə nə fikri, nə əxlaqı, nə qaşı, nə gözü bənzəməz. Ki, qala bunların fikirləri, düşüncələri bənzəsin. İmkansızdır. Mənim dədəm də siqar çəkərdi, nənəm də siqar çəkərdi. Mən siqarla müxalifəm. Çay içərdilər, mən çay içmərəm. Bir çox adamlar, məsələn, böyümağı, kişiliği, kilası, siqarı tutalar burada. Adamlar deyərlər, bu adam eşqidən ölür. İçində baxsana hissat yoxdur. Siqarla eşq olmaz. Məvad müxəddirlə eşq olmaz. Alkolla eşq olmaz. Amerikada da, Kanadada alkol satırlar. Hər yerdə var. İnanın. Bəlkə həftədə bir gün, bir-iki nəfər gedər, oradan bir alkol, gedərlər, alkol alırlar, gətirirlər. Məsələn, dostlarına, həm sübdən axşama mümkündür, 3 qurtu içərlər. Abco içərlər. Abco elə bəzən su yerinə içərlər, o tətil günləri. O birisi günlər hamı işləyəcəkdir, huşu yerində olmalıdır və içməməlidir, onu bilirlər. Zərərlərini də bilirlər. Bizə elə kafedə bir dana döktü, sən həftədə bir dana şey içəcəksən, qəlbi və yaxçıdır, qırmızı şərab. Da biz o şərabın nəkivarını da adarıq. Yox, qardaş, o şərabın içində əgər alkol varsa, alkol da beyinə zərərdir. Diqqətli olacaqsınız. Diqqətli olacaq, yəni hamımız. İndi, biz millətimizin o içindəki insanlar o yetişən şərablardır. Biz onları qənimət biləcəyik. Onlara tohin, əzir. Mənlə fərqli düşünür. Çox gözəl. İttifaqən, baxın, məsələn, bir dostumuz var. Dünən bir məqalə yazıbdı. Ərusi dər Təbriz. 3 gündür yazır. Bəlkə bu gündə oxumamışam. Bəlkə bu gündə yazıb 4-cü gün olacaq. Bu, siyasət karborda adında, ya siyasət əməli adında bir fikrin üstündədir. Neçə ildir. Bir məqalə yazıbdı. Mən bu məqalə ilə müxalifəm. Amma o məqaləni yazmasaydı, mən heç vaxt bu məqaləni ki, dünən yazdım, yaza bilməyəcəkdim. Heç vaxt yaza bilməyəcəkdim. Yəni, o adam müxalif fikri yazdığı üçün mənim fikrim düşdü şə. Ona bir cavab verim, o da mənə cavab verdi. İttifaqən biraz da danışdıq. Bu bahis oldu ki, biraz da danışdıq. Bir-birimizlə də çox sayğılı, məhəbbətli, mənim iradətim var dostlarımızın hamısına. %100 məndən müxalif olana iradətim var. Əlini öpərəm. Bunu özümüzü bilməyək. Yəni, bunu bilək ki, bizi müxaliflər yekəldərlər. Müvafiqlər yox. Əgər hamı mənim müvafiqim olsa, bu camiə donubdur. Dostlarımız ki, məndən müvafiqdirlər, mənlə müvafiq olsalar, bizim cələsələrimiz özümüzdən olsa, biz əslən rüşd eləmərik. Əslən inkişaf etmərik. Əslən beynimiz inkişaf eləməz. Dalıya qalarıq. Batılığa çenərik. Biz o zaman rüşd elərik ki, bizi bir göl fərz edin, bizim içimizə daş atalar. Daş atdıqca biz dalğalanacağıq. Dalğalandıqca zehnimiz inkişaf eləyəcəkdir. Ehsaslarımız, duyğularımız inkişaf eləyəcəkdir. Görürsünüz ki, bir nəfər, bir dana məsələn Azərbaycana bir söyüş yazır. Görün nə qədər insanların duyğuları inkişaf edir. Niyə Azərbaycana, niyə Türkiyə, niyə bizə tohin elədi deyə. Bu, müxalifin və düşmənin olması da əslində. Heç bəlkə farslar əgər bu cinayətləri bizim haqqımızda eləməsəydilər 100 ildə, çoxlu böyük cinayətlər olubdu. Siyasi cinayətlər, iqtisadi cinayətlər, qətl-am cinayətləri, pul cinayəti, sərmayə cinayəti, mühacirət cinayəti, cavan nəslin köçməsi cinayəti, hüviyyətimizlə, kimliğimizlə, yoğət cinayətlər eləyiblər ki, əgər bunlar olmasaydı, onlar bizə bir adcacan bir şey versəydilər, bir ixtiyar versəydilər özümüzə, biz bugünkü Azərbaycançı olmamışdıq. İndi bəlkə kamilən İrançı olmuşduq. Bəlkə. Necə ki, əgər İran hakimiyyəti bizim əlimizdə qalsaydı, mümkündür bu günləri kamilən fars olmuşdu. Əslən, türkçülük ona müxalif idi. Amma onların düşmənçiliyi, Qacarı yıxmaqları bizə bunu göstərdi ki, biz nə iştibahlar eləmişik, hakimiyyəti əlimizdən vermişik düşmənə.
Məsələn, biz niyə gərək demokratik olaq? Niyə gərək demokrat bir adamlar olaq? Niyə biz gərək gedək dövlətə namə yazaq, bizim dilimizi ver, yalvaraq, qanun əsasını icra elə? Niyə? İndi buraya yetişmişik ki, yox, biz yalvarmayacağıq. Yalvaran insanların sonu zindandır. Sonu ölümdür. Mən zindan çəkmişəm, dostlarımız da zindan çəkirlər. Ehtiram qoyuruq. Ehtiram qoyurum onlara. Amma sonunda görəcəksiniz ki, hamısı istiqlalçı olacaqlar. Hamısı istiqlalçı olacaqlar. Dostumuz məsələn yazıbdır ki, bizim bir ayrı dostun da sözünə istinad eləyərək belə bir şey yazıb. Yazıbdır ki, hər 40 ildən 40 ilə bizi məcbur edirlər inqilab eləyək, siyasi nirularımız ölür, qətlə yetirir, bizim nəslimiz siyasi təcrübəsini o birisi nəslə verəmir. Onun üçün də biz dövlət qurmaq fikrinə girə bilmirik məsələn. Mən bu teoriya yaxın bir teorini bəlkə 2 il bundan öncə bu elə oturduğum yerdə taxta üstündə əksini çəkərək demişəm ki, hər biz 25 ildən 25 ilə, 30 ildən 30 ilə bir təhəvvül olur bizim camiədə. Bizim camiəmiz hərəkəti sıfırdan başlayır, gedir 360-dan gəlir sıfıra. 360 dərəcə ilə sıfırın arasında 1 dərəcə fasilə var. Yəni dərəcə fasilə yoxdur, düşür bir-birinin üstünə. Yəni biz hər dövrdə bunu mən qəbul edirəm. Amma baxın, bir siyasi nirunu harda yetişdirirlər? Bir siyasi niru azad demokratik məmləkətdə gedər mədrəsəyə, mədrəsədə televizyondan, radiodan, kitablardan oxuyar, görər, eşidər, görər ki, burada bir hizbilər var, hərəsi bir söz deyir. 16-17 yaşı, 18 yaşı olanda bu hizbilərə yaxınlaşar ki, görün bunlar nə deyirlər, bunları oxuyar. Ondan sonra görər ki, tamam, bu istir bu işi görsün, bu işi görsün, mən istəyirəm nə edəyəm, özün düşünər. Mən burada qəzavətə girər özüm. Mən istəyirəm burada vətənimə, millətimə nə edəyəm, ya özümə nə edəyəməzsə, məsələn, nə karə olan bu məmləkətdə. İstəyirəm rəis cümhur olam, istəyirəm vəzir olam, istəyirəm nümayəndə məclis olam, istəyirəm ustandar olam, istəyirəm bəxşdar olam. Tamam, hangi hizb mənə yaxındır? Filan hizb. Mən gedəcəm orada o filan şəhərində başlayam çalışam, orada özümü tanıtdıram, millət məni tanısın, fikirlərimi tanısın, mənə ehtiram qoysunlar, onların ehtiramını qazanım, hürmətini qazanım, onların istəklərini nümayəndəlik eləyim, fikrimi verim, onların mənafelərindən difa eləyim, onlar məni seçsinlər, göndərsinlər filan yerə. Bu işi görür. Yəni, gedir dərsini oxuyur danışqahında, mədrəsəsində danışqahında dərsini oxuyur. Oradan gedir, siyasi hizblə təcrübəni alır. Ondan sonra gedir idarədə başlayır yavaş-yavaş təcrübəyə. Görürsünüz ki, İranda nümayəndəlik sistemi çox qələtdir. Diqqət buyurun, niyə qələtdir? Buna görə ki, 4 ildən bir 4 ilə nümayəndələr ki, 4 il təcrübələ var, hamısını boşaldırlar eşiyə. Dubarədən 4 il təcrübəsi olmayanları gətirirlər bura, dubarədən 4 il həman iştibahları ki, onlar 4 ildə eləmişdilər, bunları eləyirlər. Bunun üçün keçən 40 ildə baxın, 12 dəfə, 10 dəfə, hər neçə dəfə, 10 dəfə nümayəndə seçmişik. 10 dəfə həman qanunlar gəlib, 10 dəfə qanuni mətbuat gəlib, 10 dəfə qanuni mən eşikəncə gəlib, 10 dəfə hüquqi bəşər gəlib, 10 dəfə filan gəlib, 10 dəfə 10 dənə qanun getiblər, onu da bir-birinin ziddi ilə heç birisi də işləməyib. Burada o cür eləmirlər. Burada deyirlər ki, tamam. Məclis yarı-yarı getməlidir. Hər 2 ildən bir bəzi iyalətlərin yarı nümayəndəsi, hər iyalətin yarı nümayəndəsi gələcək, yarısı da 2 il sonra gələcək. Beləliklə görürsünüz ki, taza gələn nümayəndələr köhnə nümayəndələrinə üz-üzə çıxanda bir dənə taza gələn bir qışqırtı, bağırtı, filan, bəhman, köhnə deyir ki, bunu biz filan zaman icra elədik, nəticə vermədi, qələtdir. Bunun yerinə bu işi görməliyik. Siyasətmədarlar beləsi yetişərlər, idarə sistemində. Danışqah sizə, baxın, danışqahdan çıxırıq, mühəndis oluruq, döktür oluruq, vəkil oluruq, hər nə oluruq. Gərək ki, bir yerdə şagirdlik eləyək, karamuzu deyirlər. Ətern olaq bir yerdə. Döktür olsa ətern olacaqdır. Vəkil olsa gedəcək karamız olsun, mühəndis olsa gedəcək karamız olsun. 2 il, 3 il də orada işləyəcəkdir. Yavaş-yavaş bunun əlinə pərvəndə verəcəklər. İdarələrə girəcək, yavaş-yavaş orada biz bu idarənin işləmək sistemi ilə tanışacağıq. Və
İndi Azərbaycana bu imkan yoxdur. Bir Azərbaycanlı türkə, Qəşqayı türkə, bir türkmən türkünə bu izin yoxdur. Qacar dövründə, qanun əsasında, çünki hər şey türklərin əlində idi. Farslar heç qari idilər əslində. Fəqət divan əllərində idi. Türklər qanun əsasında Rıza Palani bir dənə qanun keçirdi, əsl keçirdi. Türklər, Qacar ailəsi xüsusən yazda, Qacar ailəsi iki posta girə bilməzlər. Çünki ondan sonra tamam postlar bunların əlindədir. O iki postu verələr belə alırlar ələrinə genə. Nədir? Bir Cəng ya Difa Vizarətxanasının ki, onda deyirlər Vizarətxana Cəng. Bir də Naib-ü Səltənə. Rıza Şah ölsə, Məhəmməd Rıza uşaqdır, onun Naib-ü Səltənəsi ola bilməzlər. Ondan görə də gəldilər Fərəhi Naib-ü Səltənə elədilər. Qanun əsasıya geçirdilər. İndi diqqət buyurun. Getdikcə Farslar siyasi, hüquqi, iqtisadi insanlar tərbiyyət elədilər. Onlar bazara gəldikcə türkləri sildilər. İnqilabdan sonra baxın, inqilabın əvvəlində türkləri gətirdilər. Əlbəttə bəzi dostlarımız mötəqiddirlər ki, türklər intiqam aldılar inqilabın əvvəlində. Bu da bir yaxşı fərziyyədir, pis fərziyyədir. Deyir ki, məsələn, Xalq Xali Farsları qətlam elədi. Əlbəttə türkləri də öldürdü. Amma Farsların, xüsusən Şah dövrünün adamlarını qətlam elədi. Niyə? Çünki onlar firqə zamanı biz qətlam eləmişdilər. Mən bir nəzərdən bu fikrinə müvafiqəm. Çünki biz sonra görürük ki, Xalq Xalini evinə soxdular. Adam hesablamadılar. Musəviyə Təbrizi, Musəviyə Ərdəbili, Meşkini hamısı getdi, Farslar gəldi şistə. Daha biz nə dövlətdə olduq, da vəzir ki heç, dövlətdə olmadıq, məclisdə də rəislərdən olmadıq, ərteşdə də ki hamısından saldılar, sipahda da kəsən kollən sipah farsizm əsasına düzəldi. İndi biz harada bu siyasi adamları getiririk? Danışqahımız yox, sistemə girənmərik, hizbimiz də yox. Biz istəyək bir nəfər təcrübə qazana, harada qazanacaq təcrübə? Təbiətən, internetdə yazmaqla, mətbuatda yazmaqla, danışmaqla. Məsələn, bizim siyasilərimiz o qədər siyasi deyirlər ki, İrandan eşikdəki mətbuatla, Türkiyə olsun, Azərbaycan Cumhuriyyəti olsun, Günaz TV olsun, o birisi televizyonlarımız, şəbəkələrimiz ki, eşikdə vardı, televizyon, radyo, ya hər nə mənə, bunlarla danışmaqdan qorxurlar. Bunlara siyasi, çox da siyasi demək olmaz. Çünki siyasi gəlin risk eləyə. Milləti üçün risk eləməlidir. Siyasi canın qoyacaq əlinə, deyəcək, mən ölə bilirəm. Amma bu millət üçün, bu vətən üçün, bu torpaq üçün, bu ideal və armanlarım üçün mən millətimin yolunda ölə bilirəm. Təbii, indi bizim insanlarımız çıxacaqlar xiyabana. Siyasət xiyabanda öyrəşəcək. İttilaat tutacaq, polis tutacaq, nə bilim, Niru İntizami tutacaq, 110 tutacaq, sipah tutacaq, bəsis tutacaq, aparacaqlar bunlar. Bunlar da onları tanıyacaqlar. Bunlar kimdilər, fikirləri nə qədərdir, düşüncələri nə qədərdir, nə qədər Azərbaycan düşünürlər. Siyasəti ziddi ilə öyrəşəcəklər. Eyni virusa bənzər. Onlar virusdular, biz antivirusuq. Farslar, panfarsizm, sipah, ittilaat, bunlar virusdular. Bunlar bizim beynimizi yıxmağa çalışır, yıxamağa çalışır. Bizim beynimizi müstəmirə eləyiblər. Onlar bizim beynimizə müsəllət olduqları üçün vətənimizə, millətimizə müsəllətdilər. Əslində bizim beynimiz müstəmirə olubdu. Bunun üçün biz vətənimizi müstəmirəyə vermişik, özümüzdə oturmuşuq. Məsələn, deyirik, bəs siyasi işləyirik. Yox, siyasi işləmirik. Bir millət bilə-bilə ki, mənim vətənim, beynim müstəmirədir. Əgər silah götürmür, savaşmır, bu millət bəllidir ki, beyni müstəmirədir. Qutarmayıb hələ. Baxın, Qandi istəmirdi Hindistan istiqlal tapsın. Çünki Qandi deyirdi, mənim özümə sən ingilisliyəm.
Mənim pasportum ingilisdir. Özüm də ingilisdir. Biz biraz burada xudmuxtarlıq istəyirik. Bilirsiniz ki, İngilistan da gəldi onlara biraz xudmuxtarlıq verdi. Amma onlar da Qandiyə çalsaydı hindilər heç də dalanmazdılar. O adamlar ki, İngilistanın adamlarını öldürürdülər, terror edirdilər, savaşırdılar gecə gündüz. Onların zoru ilə bu da siyasetin çanavuranı idi. Sənətçisi buydu, Qandi. Bunun adını gətirdilər qabağa. O halda ki, orada milyonlar nəfər ölübdü. Milyonlar nəfər Hindistanda öldürdülər, ta onlar eləyə bildi bir yarı istiqlal alalar. Dediyim kimi, İngilistan Hindistana kamil istiqlal verməyibdi. Kanada müstəqil deyil kamil. Avustraliya kamil müstəqil deyil. Finland, Land kamil müstəqil deyil. Bunların hamısı yarı müstəqillər. Məsələn, Kanadanın bir dənə fərmandarı kurulu var. Hər məmləkətin. Kanada 12 əyalətdən 2 dənə də territoriyadan, yəni 2 dənə də məhdud edən ki, hələ rəsmi Kanadanın üzvü olmayıblar, amma Kanada üzvü hesab olurlar azmayışı. Mələkə bunların, İngilistanın mələkəsi bunların hər əyalətində bir dənə fərmandarı kurul qoyar. Qanunlar onun imzası ilə qanun olar. Bəzi mühüm şikayətlər ona gedər. Hər halda bunlardan çıxaq və istədim fəqət işarə eləyəm ki, müxalif fikirlər çox qənimətdir. Biz bunlara hörmət qoyacağıq. Çox böyük hörmət qoyacağıq. Müxalif fikirlərə çox böyük. Bir düşmənimiz var. Baxın, bir düşmən var, bir müxalif. Düşmən odur ki, deyir, ağa, sən türk deyirsən, sən azərisən, sənin dilin farsdır, sən İranlı deyirsən, əgər türk deyirsən, sən falan yerdən gəlmirsən, bura sənin vətənin deyil, kök get. Bu düşməndir. Sənin bancu aparır, pulu aparır, iqtisadı aparır, suyu aradan aparır, təbiəti aradan aparır, səni təqribən məhv eləməyə, nabud eləməyə çalışır. Buna deyirlər düşmən. Çünki o, əmələn silah gücünə səni dalı oturdur. Sən silahı görməsən də, amma bilirsən ki, onun dalısında bir polis var, bir ittilaat var, bir sipah var, bir dadgah var, bir dadqüstləri var, bir zindan var. Bunlar silahdılar. Silah elə həmişə top deyir ki, topu qoysalar başıma, biləcək, tamam, mən bir dənə düşmənlə tərəfəm ki. Amma bu düşmən zirəhdir. Topu tüfənci götürmür. Gəlir orada xiyabana gələndə topu tüfənci çəkir üstüvə. Qalanında topu qoyur dalıya, amma sənə göstərir ki, bax, topu çəkərəm, tüfənci çəkərəm. Sən həmişə bilirsən ki, bunun əli cibindədir, tüfənci çəkməyə hazırdır. Amma müxalif o deyil. Müxalif odur ki, deyir, ağa, mən səndən fərqli düşünürəm. Sən deyirsən, çıxaq xiyabana rahpeymalıq eləyək. Mən deyirəm, eləməyək. Sən nə dəlilə deyirsən, mən bu dəlilə deyirəm. Bu dəlillərə deyirəm, çıxmayaq xiyabana. İndi biz deyə bilirik, bu dövlətin məmurudur. Çünki bizim fikrimizlə müxalifdir. Heç dəlilimiz yoxdur. Nə tür iddia eləyək ki, bu adam dövlətin məmurudur. Mən dövlət məmuruyam. Dövlət məmuru, o qədər dövlət məmuruyam ki, üstüyəm, ondan çox üstüyəm ki, onun pərvəndəsi mənim əlimdə də oxuyuram, görürəm ki, İnsafəli Hidayət filan ildə, filan ayda, filan gündə filan kəsin əli ilə seçildi bu filan işə. Bunun vəzifəsi bundan bu üzə budur. Filan tarixlərdə də bunun hüququ bir belədir, töküləcək hesabına. Acaba belə bir şey bizdə var mıdır ki, deyək filan kəs ittilaat məmurudur? Yoxdur. İttilaat, mən özüm bir-iki nəfər tanıram bizim uzaq famililərdən ki, ittilaat məmurudurlar. Hamı da bilir ki, bu ittilaat məmurudur. Amma heç kəs ağza gətirməz. Mən gətirdim. Mən dedim. Və məni ittilaatda dedilər, sən deyirsən ki, filan kəs ittilaat məmurudur. Dedim, mən deyirəm ittilaat məmurudur. Yox, ittilaat məmuru deyil, biz onu tanımırıq. Dedim, siz gəlib mənə deyəcəksiniz ki, ittilaat məmurudur. Sən deyəcəksən ki, o filan kəs mənim məmurumdurmu? Onu mən tanıyacağam zaman içində. Zaman içində bu adam hərəkətlərinin %80-ı kimin nəfinədir, %20-si kimin nəfinədir. Əgər bir dənə adamın ya bir şəxsiyyətin %20 mənfəəti bizim millətimizədir, amma %80 panfarsın mənfəətinə tamam olur. Məsələn, bizim dostumuz var, görürsünüz ki, çox milli danışır. Məsələn, gəlir, çıxır bir yerdə danışır, bir ümumi yerdə.
Danışır, 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 çox milli danışır. Vəsətdə bir cümlə deyir ki, o cümlə əsli cümlədir. Yəni o 2 saat danışmanın hamısını yığın bir tərəfə, o bir cümləni bir tərəfə. O bir cümlədən ötürü danışırdı bu. O bir cümlə bizim cümləmiz deyil. O bir cümlə bunların hamısını pozdu. Qabaqçı nəmənədə örgəşmişiz, o fəlsəfələri də pozdu. Çünki bu adam o bir cümlədən ötürü, məsələn, 1 ildir, 2 ildir bu işi görür. Bu işi biz Ruznamə Səlamda da görürdük, adamlar da görürlər mövqeyyətlərdə, yazırlar, bir gün bir dənə cümlə yazırlar, sonra da görürsən ki, onun üstündə tutulurlar. Hər halda bunlardan gedək sürətlə səhifəmizi oxuyaq. Seçkinlər yüksək bir eğitim və öyrətim görmüş olmaqla xalqdan ayrılmış olanlardılar. Deyir ki, o seçkin insanlar ki, dedik, fikir sahibidirlər və aydındılar. Bunlar kimlərdir və nə edirlər? Deyir ki, seçkinlər, o seçkin insanlar, onlar ki, xəvass deyirlər farsça və ərəbcə. O xəvass insanlar yüksək bir eğitim və öyrətim. Eğitim, yəni təlim, öyrətim də, yəni bunu öyrətiblər. Təlimi tərbiyyət İranda deyirlər. Yüksək bir təlim, yüksək nə demək, yəni yuxarı səviyyədə bir təlimi tərbiyyət alıblar. Diqqət buyurun, yuxarı səviyyə bu da əkilək da, mədrəsəlıq. Bizə iştibah öyrədiblər. Baxın, bir nəfər ki gedir ilməhs alır, başlayır birinci gündən bismillah ilməhs almağa öyrəşir. Bu yavaş-yavaş bir neçə gündən sonra olur şagird. Ondan sonra neçə il çəkir, neçə ay çəkir, ola usta şagird. Buna bir cıqqılı yer verərlər, o oranın nəxşənin üzü ilə düzər. Usta da oranı kontrol elər ki, görüm qələt düzdür, düz düzdür. Yavaş-yavaş ona deyirlər usta şagird. Sonra bu adam təcrübi olaraq usta gedər bir yerə, onun yerinə qoyarlar bir gün. Usta gələr, baxar, görər ki, bulan yerin qələt eləyibdir. Bunları sökərlər, düzələrlər. O da keyfindən sökər onları. Nayrahant olmaz. Mənə dedilər, tamam qələtdir, qələtləmişəm, örgəşmişəm, bunu örgəşdim. Görərsiniz ki, bir müddətin içində elə maşın mühəndisi də, mekaniki də bu cürdür, bənna da bu cürdür, fəhlə də bu cürdür, döhdürlük də bu cürdür. Hamısı bu silsiləni getməkdir. Onun üçün o adam ki yetişir, usta olur, o yüksək təlimi var. Danışıqdan siz nə qədər dərs oxuyursuz oxuyun, vəkil olanmazsınız. Gərək gedəsiniz əvvəl məsələn qanun-u vükəlayı fulanda imtahan verəsiniz, qəbul olsaz, gedəsiniz orada dövrə görəsiniz vəkillərin yanında. Sonra vəkillər sizi yavaş-yavaş ustalığa yetirərlər, vəkil ola biləsiniz. Bunun üçün yüksək öyrətim, bu da heç gedək danışıqdan döşküra mədrək alaq. İndi İranda çox rahatdır. Bir nəfərlə mən danışırdım, mənə dedi ki, 10 milyon ya 20 milyon ver, mən Günas TV-dən bunu elə o zamanlar eyləm elədim. Sizə mən danışıqdan hangi riştə deyilsən, döşküra alım. Döşküranı verək. Biz özümüz vizarəti amuzuşu ali deyik. Biz özümüz danışıqlar əlimizdədir. Ustadların imzasını gətirəcəyik sizə. Filan bəhman. Bu gedirlər şeydən payənnamə alırlar, bazardan. Meydan İnqilaba deyək bazar ağzıda. Danışqahın bazarıdır. Danışqah özü bazardır. Orada bazar ağzıdır. Gedirlər oradan alırlar, gətirirlər, verirlər danışqaha. Danışqah oxuyub. Nə gözəl, nə gözəl. Dünənlər bir usta danışqahın yazısını oxuyurdum. Yazmış ki, bir nəfər danışçıdan döşkürası üçün 2 sual soruşdular. Hərəsinə bir kəlmə danışdı. Bir kəlmə. Mən bilmirəm. Hətmən deyibdi ki, bəli, xeyr. Çünki bir kəlmə nə ola bilər ki, cümlə hesab ola. Bəli, nə xeyirdən sonra məsələn, əst, nist ola bilər məsələn. Deyir ki, onunla olan bir dənə adamı sən orada çəkəcəksən ki, bunu necə yazmağına diqqət eləyəcəksən. Tamam, yazmaqları verirlər. Ver bir dənə cümlə gör, yaza bilir. Görmüş olmaqla, deyir ki, bunlar bir yüksək eğitim mədrəsələrdə öyrətim dövrəsi, eğitim öyrətim olur, mədrəsə təlim tərbiyyət biz dediyimiz eğitim amuziş dərsində, öyrətim də bunu öyrətmək, genə dilə həmandır, ikisi bir şeydir üst-üstə. Görmüş olmaqla xalqdan ayrılmış olanlardır. Amma bunlar xalqdan ayrı düşüblər. Diqqət buyurun, indi bu görün nə gözəl bizi analiz elədi. Bizim seçilmişlərimiz, yüksək təlim görmüşlərimiz, ustad danışqahlarımız, professorlarımız, türk dediyim türkəmən olsun, Qəşqai olsun, Xorasan türkləri olsun, Xəlic türkləri olsun, Azərbaycanlı olsunlar. Siz bunlara bir diqqət eləyin. Danışqahı Təbrizdə fəlsəfə riştəsi var.
və ədəbiyyat farsı var. Tamam pan-İranistlər oradadılar. Türklər pan-İranistlər, özü Təbrizdə. Pan-İranistlərin də hizbindəndirlər ehtimalən. Çünki bunlar deyir ki, bundan belə ki, yüksək təlimi tərbiyyət görüblər, amma xalqdan ayrılmışlar onlar. Onlar Azərbaycanın ziddinə bəzən çevrilmişlər. Bilirsiniz niyə belə olubdu? Çünki bu adamlar gediblər mədrəsəyə, mədrəsədən gediblər danışqaha, balıqdır da, balıq. Cıqqılı qırmızı balıqdır. Qırmızı balığı salıblar bir şeyə, cüyümə. Cüyümdən çıxadıblar, salıblar hovuza. Hovuzdan salıblar Şahgölü gölünə. Bunların hamısında bu su ki ağzında üzübdü, pan-İranistlikdir. Sudan suya giribdi da. Bunun ki suyun dəyişməmişik ki. Bunun suyu elə həman pan-İranistlik suyudur. Mədrəsədə də oydu, danışqada da oydu, döşkürə alanda da oydu, idarəsi də oydu, danışqağı da oydu, hüququ da oydu. Gedib idarəyə pan-İranistlərin işləməsə işdən salarlar işiyə. Ayda 3-5 milyon pul gətirir, arvad uşağını geçindirir, poz verir. Mən ustadam, filanam, bəhmanam, kilasa gedir, 40 nəfər, 100 nəfər, 1000 nəfərə dərs deyir. 1000 nəfər bunun adını tanıyır, ustad deyirlər, ehtiram qoyurlar. Bunların hamısı pozdular o pulu gətirməsə, işdən salsalar. Onun üçün o adam xalqdan ayrılmışlar onlar. İşdə, yəni bu halda xalqa doğru getməsi lazım gələnlər bunlardır. Onlar xalqa doğru getmələri. Bəqqaldır, çəqqaldır, ahəngərdir, dəmirçidir, nəccardır, ilməhsalandır, maşın mekanikidir. Bunlar millətin içindədirlər. Millətin içindədirlər, millətlə yaşırlar, millətlə də gedirlər, gəlirlər, millətin dərdini də bilirlər, millətdəndirlər. Haray, mən türkəm, türk deməyən xar olsun, farsara, türkala, bunlar deyirlər. Siz bir dənə ustad danışqah mənə görsədin ki, Təbrizli olsun, Azərbaycan, xüsusən Təbrizli. Təbrizli əsli beləsi deyim. Olsun və Azərbaycançı olsun və türkçü olsun. Panfarsı olmasın. Siz bir dana görsədin. Ki bir dana Təbrizli əsli var, ki bunlar şeydirlər, Azərbaycancıdırlar. İbrahim Rəisinin zaten mədrəşlərini ötürün, cümləsini düzəldə bilmir o adam mədrəş. Hətta mən inanıram ki, o adamın lüməni oxumayıbdır. Şərh-i Lümə adında mollaların birinci oxuduqları dini kitabdır demək olar. Dil deməyək, dini deməyək. Həllül məsaildir da, yəni. Qədim bir molla özünə bir təhəllül məsail yazıb, indi onu dərs olaraq oxuyurlar. Lüməteyn, 2 cillidir. Ona görə adı da Lüməteyndir. Mən inanıram ki, onu da oxumayıbdır. Çünki onu da oxusaydı, lağəl biraz cenə şeydir. Seçkinlər xalqa doğru nə üçün gedəcəklər? Soru soruşur. Bu seçkin insanlar ki, yuxarı təhsilatları vardı, millətlərindən ayrılıblar, ziddi millətləri olublar. Bunlar nə üçün millətlərinə gedəcəklər? Doğru gedəcəklər. Bu soruya bəziləri belə cavab verir. Necə deyirlər ki, seçkinlər xalqa milli kültürü götürmək üçün getməlidirlər. Deyir, bunlar niyə xalqa tərəf getməlidirlər? Əvam olmaq üçün yox. Getmirlər ki, əvam olalar. Getmirlər ki, savadların, düşüncələrin, fəlsəfələrin, beyinlərin gətirələr, mən ki, savadsızam, mən həddə yetirirlər. Yox. Nəyə gedirlər bəs xalqa tərəf? Xalqa milli kültürü götürmək üçün getməlidirlər. Onlardan milli kültürü onlardan alacaqlar. Azərbaycanda nə cür danışırlar, çətdilər. Bizim mənbəyimiz, dilimizə, mədəniyyətimizə kəndlərimizdir. Dedim, kəndlər mədəniyyətin doğan yeri kəndidir. Necə ki, siz mədəniyyətin doğan yerinə tohin edirsiniz? O adam ki, danışqahda oturdu ki, Rustaiye, Dehatiye, kətdidir da. Bu adam əslində bilmir ki, mədəniyyətin beşiyi, doğan yeri, hamilə elan yeri mədəniyyətə o kətdir.
Və siz əgər istəyirsiniz milli kültürü düşünəsiniz, gərək edəsiniz ora. Çünki şəhərdə bəlli deyil kim nə ilə, nə Təbrizdə 100 dana ləhcə var, 100 dana bəlli deyil ki, kim fars danışır, kim türk danışır, kim nə düşünür. Siz bunu gedəsiniz o yerlərə ki, əsalətlərin hifz ediblər. Halbuki öncəki bölümdə görüldüyü üzərə yurdumuzda milli kültür dilin deyilən şey yalnız xalqıda vardır. Deyir ki, niyə gedəcək xalqa bu seçkinlər, yüksək savadlılar, ya asimilə olmuşlar, ya beyinləri yıxanmış insanlar? Çünki öncəki bölümdə görüldüyü üzərə, deyir ki, qabaqçı keçən günlərdə bunu bəhs elədiyim üçün deyir, orada göründüyü kimi yurdumuzda, yəni vətənimizdə, el ilə yurdun mənasını yavaş-yavaş bizə aydınlaşır. Görürsünüz, yurd olur torpaq, həm də vətən, yurt yuva. Mən bunu anamla danışırdım, dedi ki, biz qədim köçərilər olanda, məsələn, yayı gedərdik soyuq yerə, qışı gələrdik kəndimizə, evimizə. O dağda olanda deyərək yuvamız oradır, yurdumuz bura. Yurt yuva, yəni yurdumuz buradır, yuvamız oradır. Bizim bunların işte vətənimizdir. Yurt yuvamız vətənimizdir əslində. İndi el də olur millət adına. Millət kəlməsi ki, ərəbdir, onun yerinə elimiz var. Türkiyədə indi el kəlməsi həm toprağa işlənir, ustan adı, ustan məsələn İranda ustan deyirlər, həm də millətə işlənir. Əlbəttə, ulus çox işlənir millət yerinə. Ulus kəlməsi, ulu kəlməsindəndir və ulus gəlir. Mən nəzərimə gəlir ki, millətə bunu çox işlədirlər. Halbuki öncəki bölümdə görüldüyü üzərə yurdumuzda milli kültür deyilən şey yalnız xalqıda vardır. Milli kültür fəqət, təhcə. Yalnız türkcədir, fəqətin və təkcənin yerinə. Fəqət də ərəbcədir. Seçkinlər hənuz milli kültürdən nəsiblərini almamışdılar. Seçkin insanlar, çünki gediblər mədrəsədən, hətta Məhdikudəş dedikləri uşaq bağçası, Məhdikudəş olur uşaq bağçası. Uşaq bağçasından ta Folqudoşda profesor olunacan və sonra da o sistemə girib aylıq qazanıncan, bunların hamısı nə olublar? Beyinləri yıxanıbdır. Beyinləri değiştirilibdir. Seçkinlər hənuz milli kültürdən nəsiblərini almamışlar. Hələ milli kültürdən nəsib pay. Türkcə deyərək pay. Məsələn, bizə yemək çəkəndə pay çəkərlər. Nəsib çəkməzlər. Pay çəkərlər. Paylarını almamışlar. Nəsib sözü ərəbcədir. Onun yeri türkcəsi pay olur. Qismət də gene də ərəbcədir. O halda milli kültürdən yoxsun bulunan seçkinlər milli kültürün canlı bir müzəsi olan xalqa nə cür bir biçimdə milli kültür götürə biləcəklər? Soru soruşur. Deyir, o halda ki, belədir, millətin yanında kültür var və bunlar millətdən ayrılıblar, gediblər. O halda milli kültürdən yoxsun fəqir kəlməsinin yerinə də, fəqir ərəbcədir, farsiyə giribdir. Bunun türkcəsi yoxsul. Yoxsun bulunan seçkinlər, yəni bunlar için fəqirdirlər milli kültürdən. Bunlar milli kültürün canlı bir müzəsi olan xalqa. Xalq milli kültürün canlı müzəsidir. Siz istəyirsiniz bir müzədə gedəsə bir şeyi görəsiniz. Kültürü harda görəcəksiniz, milli kültürü harda görəcəksiniz, xalqın içində görürsünüz. Amma xalq diridir, müzədə ölü bir şeyləri siz görürsünüz. Bəlli deyil ki, doğrudan onun üçün istifadə olunub ya yox. Məsələn, bir dənə bir alət qoyublar müzədə. Baxırıq buna. Bizə deyirlər ki, bu məsələn filan dəstgahımış. Biz bilmirik ki, doğrudan bu o dəstgahımış ki, bunlar deyirlər, yoxsa bunlar onu deyirlər çünki teoriyada düzəldiblər.
Mümkündür o zaman bu elə bir dənə gözəllik əlaməti imiş, sirvətməndilik əlaməti imiş. Adam bunu aparır, alırmış, qoymuş evinə. Necə indi bizim çoxlarımız kitabı alır, qoyuruq evə ki, bizi desinlər bu adamın kitabı var. Ya mücəssəmə alır, qoyuruq deyərlər bu adam hünərçidir. Nəqqaşı alırıq, vuruq adamı deyirlər hünərməndidir. Yox, bu cür deyil. Bu vəsilənin az olduğu da göstərir ki, bu vəsilə bir fantezi bir şeymiş. Ola bilər. Çox belə məhdud adamlar eləyə bilmişlər. Bəs amma muzə, canlı muzə gedirsiniz, bura görürsünüz ki, tapmacalar, nağıllar, duyğular, toylar, yaslar, nişanlanmaqlar, ərz eləyim xidmətə, ilan tutmaq, zəmi bitmək, zəmidən sonra bir şənlik, şadlıq eləmək, bayram, çərşənbə, pərşənbə, filan, bəhman, hər şeyin özünün bir şeyi var. Məsələn, milli kültürdə görürsünüz, filan gün filan adamlar getməzlər, hümmümüz deyil, filan işi biz görmərik bu gün. Öldürəsiz olar bu adamlar, məsələn, çərşənbə günü getməzlər qız istəməyə. Ya qız gəlsə çərşənbəyə rədd elərlər, gedin ayrı gün gəlin. Milli kültür dediyimiz millətin içindədir. Nə cür bir biçimdə milli kültür götürə biləcəklər? Deyir, bəs nə biçimdə? Nə cür bir biçimdə? Hansı bir biçimdə, hansı bir tərzinlə, hansı bir yolunla, yöntəminlə? Yol yoldur, yöntəm də fənnidir. Fənn. Küşküdə nə cür eləyək yıxaxa? Ona deyirlər fənn də. Filan fənni vurdu, məsələn, fitilə piç, farsça eləyiblər indi. Məsələn, bu bir dənə fənnidir. İndi yöntəm həman fənnin şeyidir. Fənn ərəbcə sözdür. Yöntəm də onun türkcəsidir məncə. Deyir, nə cür bunu götürə biləcəklər? Bu milli kültürü, bunlar ki, millətdən kəsiliblər. Məsələni çözə bilmək üçün öncə bu nöqtələri cavab verəlim. Deyir ki, bu məsələni çözmək üçün ki, bunlar nə cür millətlə qeydə bilərlər millətə? Məsələni çözmək üçün. Çözmək, yəni atmaq, düyünü aşmaq məsələn. Bu bir düyündür, onu çözmək lazımdır. Düyünü atmaq üçün öncə yəni əvvəlcə, qabaq, bu nöqtələrə cavab verməliyik. Bu işğallar üstə yazıldı, o işğallara cavab verməliyik. Seçkinlər nəyə sahibdilər? Soru. Seçkinlərin nəyi var yəni? Nəyə sahibdilər? Nəmə niyə sahibdilər? Xalqda nə vardır? Onlar nəyə sahibdilər? Xalqda nəyə var? Xalqın əlində nələr var? Seçkinlər mədəniyyətə sahibdir. Seçkinlər mədəniyyətə sahib. Diqqət buyurun, mədəniyyət nə idi? Mədəniyyət dedik ki, o şeydir ki, bir nəfər ya bir quruh yaradır və onu müdiriyyət edirlər. Pezeşkinin hər şeyi, əməli cərrahisi, davası, dərmanı, bimaristanı, dəm dəstgahları ki, işlənir, mərəzçilik təşxis versin. Bunların hamısı, ondan sonra mühəndislik, maşın, təyyarə, bunların hamısı mədəniyyətdir. Sinemadır, teatrdır, musiqidir, dəstgahlar ki, bu musiqiləri çalırlar, hünərin əbzarları ki var dəllərində, o alətlərin, o hünərləri yaradırlar. Bunların hamısı mədəniyyətin parçalarıdır. Ha belə sazmanlar, məsələn, hizbidir, bir nəfər bunu düzəldir və müdiriyyət edir. İdarələr, bunlar mədəniyyətdirlər. Pəs, indi görək burada nə deyir ki, seçkinlər mədəniyyətə sahibdirlər. Bunlar gediblər, danışıqda dərs oxuyublar, təcrübə yox. Orada bir şey məlumatlar alıblar, bəzi yerlərdə təcrübə qazanıblar, bəzi məmləkətlərdə, İranda yoxdur. Məsələn, İranda gətirilər, herf-o fən qoydular, iş bəlli olmadı nə oldu. Sonra da adını qoydular, kar-u daniş, yenə də şələ həman aşdan da biraz dalıya getdi. Axı bir nəfər ki, deyən ola, o qədər düşünmürlər ha. Bir nəfər ki, şey olacaqdı, döhtür olacaqdı. Onu nəyə kar-u daniş qoyumsan? Biz bu Kanadaya gələndə 2 ay gəlmişdik, ya 1 ay yarımdır gəlmişdik Kanadaya, getdik mədrəsədə, uşaqlarımızı yazdırıq mədrəsəyə. Dedilər ki, qızlarımı yazdırırdıq, oğlumu yazdırırdıq. Dedilər ki, bir dana gəlsinlər içəriyə, bir dana gəlsinlər. Nə istəyirsən, nə olasan?
İstəyirəm danışqaha gedəm. İstəyirəm nə olasan danışqaqdan çıxandan sonra. Məsələn, nə bilim, gedirəm, məsələn, siyasətmədar olan, ya gedirəm, nə bilim, bilmirəm. Dedi, bax, fərqi budur. Danışqaha gedən ya mühəqqiq olacaqdır, ya ustadı danışqaq olacaqdır. Sən əgər istəyirsən ustad danışqaq olasan, ya təhqiqi işə girəsən, danışqaha gedəcəksən. Əgər istəyirsən bunları eləməyəsən, istəyirsən çörək çıxadasan, gedəcəksən kollecə. Onun əsasında da gedəcəksən mədrəsədə dərs oxuyacaqsan. Əgər danışqaha getsən bir dərslər oxuyacaqsan, getsən kollecə bir dərslər oxuyacaqsan mədrəsədə, Dəbiristanda. Çünki axı insanlar, mən istəyirəm məsələn gedəm olan vəkil. Axı mən niyə gərək məsələn riyaziyyat məsələni öyrəşəm? Məsələn deyirəm ha. Məsələn həndəsə mənim dərdimə nə dəyər məsələn? Şimi məsələn mənim dərdimə nə dəyər? Məsələn deyirəm, dəyər ha. Bunlar təbii ki, məsələn şimi görəcəksiniz bir yerdə deyirlər ha, məsələn bu adamı məsmum eləyiblər. Siz onun məsələn formulunu bilsəz rahatca baş tapacaqsınız. Amma sən o qədər məsələn mədrəsədə şimi öyrədirlər ki, məsələn bir dənə davanın formulunu biləndən sonra baş tapasan ki, bunun təsiri nədir? Ömrə hədər verməkdir bunlar. Onun üçün mən mötəqidəm mədrəsələr 16 yaşınacan müəllimlər və mədrəsə haqqı yoxdur uşağa stres verələr. Nömrə sistemi gərək həsf ola. Uşaqlar oynamaq sistemi ilə nəqd sistemi ilə nəqd eləmək, intiqad eləmək, sökmək əslində, sökmək və yenidən qurmaq və ixtira, brainstorming, fikirləri meydana töküb, bir-birinin üstünə bir fikir qalamaq və sonra bunları azmayış eləmək. Mən məsələn buna mütəqidəm. Azərbaycanın gələn dövləti, müstəqil dövlətimizdə mən amuzuş pərvərişi belə istəyirəm. Dövlətin haqqı yoxdur, mənim zehnimi doldura ki, sən gərək olasan xaricə, gedəsən saatı filan qədrə, ya günü filan qədrə, filan kəsə işləyəsən. O pullana sən də acından öləsən. Ya filan dinin yolunda gedəcəksən öləsən. Malla sənə desə gedəl, gedəcəksən. Malla kimdir? Malla məndən də dalı bir adamdır. Malların sənvadı da məncən yoxdur, ağlı da məncən yoxdur, zəhmət də məncən çəkmir. Niyə gərək mən onun dəsturu ilə gedəm ölə? Biz İran-Əraq savaşında bunu öyrəşdik. O halda pəs seçkinlər mədəniyyətə sahibdir. Xalqda milli kültür var. Xalqda milli kültür var. Xalqda da milli kültür var. Pəs hərəsi bəlli oldu da kimdə nə var. O halda seçkinlərin xalqa doğru getməsi bu iki amac üçün ola bilir. Pəs onda seçkinlər bu iki amac üçün, iki hədəf üçün, iki əldə etmək üçün, iki şey əldə etmək üçün bu xalqa tərəf getməlidirlər. O halda seçkinlər xalqa doğru getməsi bu iki amac üçün ola bilər. Bir, xalqdan milli kültür tərbiyəsi almaq üçün xalqa doğru getmək. Pəs biri budur ki, milli kültür tərbiyəsi. Tərbiyə yəni əslində şəkillənmək. O da yenə ərəbcə oldu. Mən qabaqcan bir yerdə bu tərbiyəni demişəm, mürəbba sözündəndir. Mürəbba kimi necə bişirirlər, burada da bişirirlər. Tərbiyə almaq üçün, bişmək üçün. Deyək beləsi. Xalqa doğru getmək. İki, xalqa mədəniyyət götürmək üçün. Hə, xalqda milli kültür var, mədəniyyət yoxdur. Yeni mədəniyyət yoxdur. Məsələn, boyaçılığı başarır, nəccarçılığı başarır, bənnaçılığı başarır, amma məsələn bir dənə 100 təbəqə saxtamanı başarmır. Bu yeni mədəniyyəti xalqa aparacaqdır. O ki öyrəşib danışqahda, cərrahlıq öyrəşib. Məsələn, qədim birinin qıçı sınırdı. Əlbəttə indi də o yaxçıdır. Gördün ki, bunu bağlırdılar, tez bitirdi. Məsələn, bir ruhla sınıqçı var idi, adına deyirlər sınıqçı, çıxıqçı. Məsələn, əl vururdu, bu çıxıbdı, taxırdı yerinə. Onu məsələn döktürər, başarmırlar. Milli kültürdür. Amma məsələn, cərrahlıq edir indi. Beyin cərrahlıq edir, göz cərrahlıq edir, qəlb cərrahlıq edir. Adamı ölünü dirilir, qoyurlar. Bu yeni mədəniyyətdir ki, bunu xalqa mədəniyyəti götürmək üçün xara doğru getməlidir.
Bəs iki şeyə gedir. Bir gedir xalqdan milli kültürü alsın, bir də mədəniyyəti aparır millətə paylasın. Amac odur. Gerçəkdən də seçkinlərin xalqa doğru getməsi iki amac üçündür. Pəs bunu deyəndə gerçəkdən də belədir yəni. Seçkinlər milli kültürü yalnız xalqda bula bilirlər. Pəs seçkinlər milli kültürü fəqət təkcə xalqda bula bilirlər. Başqa bir yerdə bulamazlar. Başqa yəni ayrı yerdə bulamazlar, tapanmazlar. Demək ki, xalqa doğru getmək milli kültürə doğru getmək deməkdir. Pəs xalqa doğru getmək yəni milli kültürə doğru getmək. Çünki xalq milli kültürün canlı bir muzəsidir. Pəs bunu da dedik da. Çünki xalq milli kültürün canlı muzəsidir. Seçkinlərin çocuqkən aldıqları tərbiyədə milli kültür yoxdur. İndi bizim bəzi mən dostlarımızı tanıram, özü də farsı danışamır, amma uşaqları ilə farsı danışır, nəvələri ilə farsı danışır. Məsələn, istəyir onu farsı öyrədə ki, nə olsun, mən bilmirəm. O, istəyir deyə ki, balasına, bala, mən türk olduğum üçün, türkü danışdığım üçün bədbəxtəm. Mən adam deyiləm. Əgər sən istəyirsən adam olasan, mən sənə deyim nə tür adam ol. Mənə tay olma. Əslində, bunu uşağa müntəqil edir bu hissi. Mən bu ailədən olduğum üçün, bu millətdən olduğum üçün geri qalmışam. Mən hər neyiniyəm, ora çatanmaram. Sonunda mən Təbrizdə doğmuşam, Ərdəbildə doğmuşam, Zəncanda doğmuşam. Mənim dədəm türkdür, nənəm türkdür. Bunu hamı bilir. Məni yüksək yerə verməyəcəklər, o onu bilir. O uşaqlığından bizim məsələn, bizim nəslidə bir çoxumuz inqilabi çıxdıq. Dədələrimizin əleyhinə üsyan elədik. Nənələrimizin dövlətin əleyhinə üsyan elədik. Çünki bəzi şeylər doğru görmürdü. Amma dədə-nənə ki, uşağı belə doldura ki, özündən də bədbəxt eləyə onu, o uşağın gələcəyi bizdən bədbəxt olar. Bizlərdə bir genədə bir cəsarət var. Hər halda seçkinlərin çocuqkən aldıqları tərbiyədə milli kültür yoxdur. Çocuqkən yəni uşaqlıq zamanında aldıqları tərbiyədə, evdə, mədrəsədə, yoldaşların içində, radiodan, televizyondan, filmidən, sinemadan, hər yerdəki gördükləri tərbiyədə milli kültür bunda yoxdur. Çünki içində oxuduqları oxullar xalq oxulu deyildi. Çünki o mədrəsələrdə getdilər, dərs oxudular. Çünki içində oxuduqları oxullar, o mədrəsələrin içində oxuduqları mədrəsələr xalq üçün deyil, xalq oxulu deyildi, xalqın mədrəsəsi deyildi. O kimin mədrəsəsi? Dövlətin mədrəsəsi. Dövlət niyə mədrəsəni tikibdi? Bizə müftə kitab, müftə dərs, yemək da verirdi şah zamanı. Niyə verirdi bunları? Çünki dövlət bir mənfəət axtarırdı. Mənfəəti bu deyildi ki, sən biləsən türksən, sən biləsən bir tarixin var, millətin var, sənin iqtisadın var, toprağın var, qarət olmamalıdır. Onun mənfəəti buydu ki, sənin zehni elə qura ki, sən o istədiyi kimi düşünəsən. Sən o istədiyi adam olasan. Əslində o səni bir nuşabə şüşəsi görürdü. Deyirdi ki, mən bunun zehnin istədiyim nuşabə ilə doldururam. İstərəm sarı doldururam, istər qərə doldururam, istərəm ayrı rəng doldururam. Dövlət bizi onun üçün pul xərclirdi. Dövlət Rıza Şah, Məhəmməd Rıza Şah dəli idi məgər pulun gətirə, nəftin pulun qoyub cibinə qoymaq yerinə bizə çörək verələr, bizə biskvit verələr, süd verələr, moz verələr, kitabı müftə verələr, müəllimi müftə verələr. Bunların hamısına pul verirdilər. Niyə? Bir hədəfləri var idi, bir istəkləri var idi. Kim bizə, baxın dünyada kim bizə müftə bir şey verər? Kim? Dədə-nənə əgər bizə müftə çörək verir, işlilər verirlər, ümidləri var ki, biz yekərək onları saxlayaq. Müftə deyil. Yekələcək əlimin əsası olacaq. Dalımda duracaq. Savaşsam yanımda duracaq. Böyük adam olacaq, gedəcək idarəyə, mən ona fəxr eləyəcəm. Mən fəxr eləyəcəm, özü ilə işim yox. Heç kəs bizə müftə çörək verməz. Onun üçün də, yenə mən deyirəm, mən mötəqidəm, mədrəsələr milli olmalıdırlar. Məşrutədən sonra da, qabaqda, ta Rıza Şahın son illərinə qədər mədrəsə milli idi. Milli nə demək idi? Yəni ki,
Hər kəs istəyirdi mədrəsəyə gedəcək, müəllimə pul verəydi. Mədrəsəsinə pul verəydi, öyrəşəydi. Onun üçün də ömrün yalandan qoymurdu o da. Cəlibdir. Nasriddin Şah danışçıları buradan göndərir Fransaya, gedin orada dərs oxuyun. Deyəndə danışçı göndərir, diqqət eləyin, deyirsiniz və danışqahdan çıxıblar. Yox. Fransada deyirlər ki, baxdıq, gördük, bunlar Midatı başarmırlar tutalar əllərində. Yəni savadları yoxdur. Nasriddin Şah bunları niyə göndərib? Deyir ki, bu adamların savadları yoxdur. Gedirlər orada dərs oxuyarlar. Amma 4 ildə 20 ilin dərsini oxuyacaqlar. Və bunlar gedirlər 4 ildə hərəsi 2 riştədə mühəndis olurlar. 2 riştədə mütəxəssis olurlar 4 ildə. Yəni əlifbanı başlayırlar yazmağa, xudqarı qələmə ələ alıb olmağa öyrəşirlər. Əlifbanı başlayırlar, Fransa dilini öyrəşirlər, mühəndis olurlar 2 dənə riştədə. Özə yüksək mühəndis olurlar. Biz nə? Biz Azərbaycanlılar keçən 100 illər. Bəzilərimiz nənədən doğandan mədrəsəyə gedirik, Məhdi Qudəşdən başlayırıq. 35 yaşında, 40 yaşında mütəxəssis oluruq danışqahda, professor oluruq. Bir dənə bir iş başa əlimizdən gəlmir. Bir dənə iş əlimizdən gəlmir. Traktor sazı var Təbrizdə, onun mühəndisləri var, çoxlu mühəndisləri var. Mənim bir əziz dostum orada işləyirdi, deyirdi ki, bizim bir dənə dəstgahımız xərab oldu. Bilmirəm, kürəyi idi, har idi. Bir dəstgahımız deyir, xərab oldu. Deyir, çox mühüm idi bu. Neçə milyon dolar bunun puludur. Deyir, neynədilər mühəndislər? 6 ay çalışdılar, gecə, günüz olmadı. Deyir, bir dənə karicər var idi, sərkaricər idi. Formən deyirlər. Formən idi. Deyir, o forməni atmışdılar eşiyə kərxanada. Deyir, axir əlaşları qırıldı. Dedilər ki, gəlin, gedin, ona deyin. O forməni gətirmiş üstə. Deyir, getdilər, onu gətirdilər, elədi. Gəldi, dedi ki, hamı bu otaqdan çıxsın eşiyə. Yəni, bu dəstgah olan salondan hamı çıxsın eşiyə. Çıxdı, düzətdi, mühəndisləri çağırdı, dedi ki, baxın, düzəldir. Vurdu düyməni, işə saldı, biz də deyir, nazirik, görürük, gördük ki, işə düşdü, təhvil verdi, getdi. Deyir, mühəndislər buna görə ki, onu eləyələr, təhqir eləyələr, deyələr, yox, biz başarmadıq, o da başarmır. Deyir, bu gedəndən sonra mühəndislər onu xərablırlar, gedirlər. Səhər deyir, gəldi, təhvil verə, müdür amil gəldi, adamlar gəldi, dəstgahı vurdu, dırt işləmədi. Deyir, dedi, dünənlər mən bunu təhvil verdim, getdim. Mühəndislər bunun üzrə dirəşlər, yox, işləmirdi, da sən dünənləri vermədin, təhvil vermədin, işləmirdi. Deyir, dedi ki, tamam. Bu səfər hamı getsin eşiyə, getdilər. Deyir ki, 2 gündən sonra dedi ki, mən buradan getmərəm eşiyə, hamı gəlsin, mən təhvil verim sonra. Deyir, gəldi, təhvil verdi, çıxdı. Bu adam mühəndisdir, amma o adam ki, danışqahdan gəlibdi, 5 ildə təcrübəsi var, mühəndisdir. Ona formən demək iştibahdır. O, 2-3 il o dəstgahda işləyibdir, dəstgahın püfün bilir. Bu, dəstgahın sadəcə işləməyib ki, ona deyiblər, bu piti belə elərsən, yəni montajkardır o. O mühəndis montajkardır. Fikir sahibi deyil. O formən fikir sahibidir. İndi, o oxullar ki, şah zamanından, Rıza Şahdan bu günə qədər qoyulubdur. Dövlət müəllim tutubdu bizə, müdür tutubdu, saxtıman tikibdi, filan eləyibdi, pul da veriblər, yemək da veriblər, çörək də veriblər, şirri də veriblər, su da veriblər, moz da veriblər. Bunun hamısı budur ki, bizi pan-İranist edirlər. Və biz olmuşuq. Pan-Fars olmuşuq. Nəticəsini görürük bu günləri. Camiəmizdə, Təbrizdə, Ərdəbildə, Qəzvində, Həmədanda, Zəncanda, Tehranda hamımız farsı qırıldadırıq. Ki, deyək, biz çox kilasımız yuxarıdır. Mənim kilasım çox yuxarıdır. Nə olub? İngilisi, farsı danışıram. Farsı danışmaq məncə kilasdır. Əsən hangi dili danışmaq kilasdır ki, məsələn? İngilisi mən danışıram burada. Kilasdır deyil. O birisi dostumuz Fransa danışır. Kilasdır deyil. O birisi də İstanbul Türkçesi danışır. Kilas deyil. Dildir. Bu beyindəki kilasdır. Beyində düşündüyün kilasdır və düşüncə ana dili iləndir.
Milli okulda değildi. Onlar deyir milli okulda değildi. Dedim milli buydu. Bizim Təbrizdə milli kitabxanamız var idi. Milli mədrəsələrimiz var idi. Milli, yəni millət özü, bireylər, yəni fərdlər bura pul verərlər, mənim uşaqlarım burada dərs oxuyacaq. Özdə qısa zamanda rəhmətli Rüşdiyyənin elamiyyələrin mən Təbrizdə olarkən Təbrizdə bir kitabxana açmışdılar Dəvəçidə. O Şəhid Mədəni dedikləri adamın evində bir kitabxana düzəldiblər. Məşhur ruznamələri yığıblar. Muzeyi mətbuatdır, nə mənədir, belə bir adı var. Kitabxana mətbuatdır, nə mənədir, belə bir adı var. Mən orada bir zaman getdim, bu təhqiq edirdim üstündə, Azərbaycan dili üstündə filan bəhman bu cür işlərlə məşğul idim öz-özümə, əlaqəmə. Orada gördüm ki, Rüşdiyyənin elamiyyələri var. Rüşdiyyə yazıbdır ki, məsələn, Azərbaycan tarixi mətbuatlarda bunları oxuyanda görürsünüz. Deyir ki, bir tümən alacağam 20 qran ya da yadımda deyil indi dəqiqən 10 qrandır ya 20 qran. Yazıb 20 qrana uşaqlar 3 aydan sonra yazmağı, oxumağı görəcəklər. Və aşağısında yazıb ki, məsələn, keçən dövrün uşaqları filan kəslərin huzurunda kitabı oxudular. O halda ki, əlif zəbərə oxuyanlarla, məsələn, 4 il, 5 il gedəndən sonra əlif zəbərə oxuyur şimdi. O istədim onu deyəm ki, milli kitab nə deməkdir, milli kitabxana nə deməkdir? Təbrizdə bizim milli kitabxanamız da götürdülər, elədilər mərkəzi və onun üstündən adını götürdülər. Bu nədənlə millətimizin seçkinləri milli kültürdən yoxsun qalaraq yetişdilər. Deyir, çünki o mədrəsələr, o okullar, o müəllimlər milli kültür deyildilər, milli də deyildilər. Milli kültürdən boş idilər, yoxsun idilər. Deyir, bu nədənlə, bu səbəblə, bu dəlildən dolayı millətimizin seçkinləri, yetişmişləri milli kültürdən yoxsun qalaraq, milli kültürdən yoxsun qaldılar. Yəni, onları bir otağa saldılar ki, ora milli kültür qoymadılar. Yetişdilər. Millilikdən uzaqlaşaraq yetişdilər. Bunlar millilikdən, millətçilikdən, vətənçilikdən uzaqlaşdılar bunlar. İrançı oldular, pan-İranist oldular, pan-farsist oldular, yetişdilər. İndi bu əskikliyi tamamlamaq istəyirlər. Bu seçkinlər bu əskikliyi, nə əskikliyi, milli kültürün olmamasının əskikliyi tamamlamaq istəyirlər. İstəyirlər tamamlayırlar, yəni kamil eləyirlər, təkmil eləyirlər. Yəni onu doldurarlar, onun boş yerini doldurarlar. Cümlənin mənası budur. Boş yerini doldururlar. Nə yapmalıdırlar? Nə yapmalıdırlar? Nə iş görməlidirlər? Bir tərəfdən xalqın içinə girmək, xalqla bərabər yaşamaq, xalqın kullandığı kəlmələrə, cümlələrə diqqət etmək. Deyir ki, bir tərəfdən nə etməlidirlər? Xalqın içinə girmək, xalqla bərabər yaşamaq, xalqın içində yaşayacaqlar, gedib şəhərin başında özlərinə kuye danışqahıyan düzətməyəcəklər. Kuye danışqahıyan düzətsələr, elə bir ki, batlağa düşdülər. O gələcəkdir, bir dəsi Nənəmvay dərəsində, bir dəsi Şahabadda, bir dəsi Qıxmetirdə, bir dəsi Maralanda, bir dəsi Taliqanidə, bir dəsi nə bilim, bu məhəllələrdə yaşayacaqlar. Nə üçün? Xalqla bərabər yaşamaq, xalqın kullandığı kəlmələri, xalq hangi kəlməni ağzından çıxadır, kullandığı, istifadə elədiyi, kullanmaq, istifadə eləmək, işlətmək. Xalqın işlətdiyi kəlmələrə, cümlələrə diqqət etmək. Bunların bir işi budur. Gedələr, xalqın ağzından çıxan cümlələr və kəlmələrin quruluşuna belə diqqət eləyirlər. Söylədiyi atasözlərini, gələnəkdə yaşayan bilgəlikləri duymaq düşünüşündəki və döyüşündəki yönətəmi bəlirləmək şeirini, muzikini dinləyərək dansını, oyunlarını seyr etmək. Bir deyir ki, nə mənədir, bunlar nəyi örgəşməlidirlər? Söylədiyi atasözlərini, məsələn, o millət arasında yaşadıqda söylədiyi atasözləri, ata-baba biz deyirik, dədə-nənə sözlərimiz deyirik, onları zərb məsələlər, hər nə ki, dədə-baba sözü deyirik.
Gələnəkdə yaşayan bilgələrini sinədən sinəyə, gələnək yəni adab-ı rüsumla bizim əlimizə gəlib onları. Məsələn, toyda biz neynəruq, yasda neynəruq, məsələn, qız tərəfi neynər, oğlan tərəfi neynər, nə bilim, oğlan kəstirmək. Məsələn, misal vururam, mən bunlarda çox da əlim yoxdur. Deyir ki, gələnəkdə yaşayan bilgəlikləri, bilgə yəni məlumatları, elmləri. Bir şeylər vardır ki, onlar bizə nəsildən nəslə gəlir. Bayaqları sınıq-sınıq, çıxıq-çıxıq misal vurdum. Məsələn, sofuçuluq, ilanları tutmaq. Məsələn, deyirəm, bunlar gələnəkdir. Bizə gəliblər, yetişiblər, bilmirik da nədir gəliblər, amma adamlar da bəziləri, bunlar öyrəşiblər. Bunlar bilgəliklərdir. Bilgə, yəni məlumat, danış. Bunlar duymaq. Bunları da duyurlar, eşidirlər. Doymaq kimidir yəni əslində. Duymaq yəni eşitdim də, eşitdim, doydum məsələn. Elə bir şey, bu cür bir şey olur. Düşünüşündəki, düşündüğündəki. Bir beləsi ola bilər, bir düşünüşündəki, yəni düşmək bilirik da, yəni bir yerdən düşmək. Bunlar da məsələn olmaq. Bir də düşünüşündəki, yəni onun düşündüğü mövzular. Düşünüşündəki, yəni bu beynindəki mövzular ki, onlara fikirləşir. Və duyuşundakı eşitdikləri, bildikləri duyuşundakı yönətəmi, müdiriyyəti bəlirləmək, bəlli etmək, yəni müşəxəs etmək, aydın etmək, bəlirləmək, şeirini, muzikini dinləyərək, onların şeirin, musiqini dinləyərək burada camiə-şünas çıxar. Diqqət buyurun. Dansını, oyunlarını, dansın. Bir dans var, toyda zadda oynarıq, şanlıqda. Bir də oyunlar var. Yəni, məsələn, beşdaş, pləscə, deyiş vurma falan. Bunlar oyunlar. Nə bilim, aşıq. Bir dünya oyunlar var. Əzzəli. O qədər oyunlar vardı, yadımda deyil. Mənim indi bunları desəm, bir yerdə bunlardan bəzilərini toplamışam amma. Dansını, oyunlarını seyr etmək, onları seyr edəcəksən, baxacaqsan. Seyr səfər. Amma nə cür seyr edirsən, oturursan, onları görürsən, axtarırsan, düşünürsən. Və camiə-şünas budur. İranda niyə camiə-şünas yoxdur? Çünki dedim, kuy danışqah düzəldibdir. Kuy mühəndisan, kuy ətəbba. Bunları yığıb ora, bunları millətdən kəsibdir. Onların bir dərdi olanda millət gəlmir, millətin dərdi olanda onlar gəlmir. Danışçıları yığıb danışqaha, danışçıya bir şey eləyəndə millət getmir, millətə bir şeyində danışçı görmür. Niyə? İstəyiblər ki, milləti bir-birindən bölələr. Və buradandır ki, danışçı çıxmaz. Məzərət edirəm. Buradandır ki, camiə-şünas çıxmaz. Rəvanşünas çıxmaz. Çünki rəvanşünas millətin dilini bilmədi. Rəvanşünas ki, millətin dilini bilmədi, sözlərin anlamadı, sözcükləri bilmədi. Məsələn, mən deyəcəyəm ki, qarnım sancılır, o nə deyəcək məsələn? O farsca bunu nə deyəcək məsələn? Rəvanşünas da belədir, camiə-şünas da belədir, rəvanpezişk də belədir, döhdürü də belədir. Döhdür mərizin üstünə qışqırır. Ağa, bu sənə pul verir. Sənin nökərin zadın deyil. Sənin belə nökərin üstünə qışqıranmazsan, arvadın üstünə qışqıranmazsan, mərizin üstünə niyə qışqırırsan? Sən çörəyin bundan çıxır. Buna hörmət eləyəcəksən. Necə ki, Kanadada, Amerikada döhdür, ən azı gərək 45 dəqiqə mənə vaxt qoya. Mən belə gedirəm, deyəm ki, ay düşdür, mənə bir dana kağız lazımdır ki, mən pasport alacağam. Deyirlər ki, sənin döhdürün tanıyır, o səni təyin eləsin ki, sən bu əksin sahibi sənsən. Deyir ki, bunu yazır, deyir ki, otur burada səni müayinə eləyim. Ay düşdür, mən getməliyəm. Deyir, yox, mən 1 saat gərək səni müayinə eləyəm. Buna pul alıram. Mən o kağızı yazdım, amma buna pul alacağam dövlətdən. 1 saat gərək səni müayinə eləyim. Heç olmasa otur qulağıma, qəlbimə qulaq asım, ora-bura qulaq asım, görüm ki, sən nə vəzdəsən. Özünün nə bir əlaqəsi vardı ki, bir şey öyrəşsin. Amma bizimkilər düzün desək, mən bir saxtmanda otururam. Bu saxtmanın 313 dənə oturanı var, evi var içində, vahidi var. Mənim bir qonşum karxana sahibiymiş, mən bilmirdim.
Bəlkə də qumarxana sahibidir. Çünki mənə bir dəfə dedi ki, dedim ki, asansördə görüşdük. Dedim ki, mən iş axtarıram. Dedi ki, mənim dostum qumarxanası vardı. İstəsən səni deyim ki, orada iş alsın. Dedim, bəlkə bu qumarxana sahibidir, bilmirəm. Yəni insanlar bəlli də hamı bir-birinə burada yaşır. Onun üçün də camiəşünasdılar. Onun üçün də rəvanşünası döktürdü, mühəndisdir. Mühəndisi bilir ki, bax bu adama nə lazımdır. Ağa, mən dünənləri yolda getmişəm tualetə. Çox üzr istəyirəm bu misalı vurmaqdan. Burada bilirsiniz, ayaq üstə peşəb eləmək özü bir şeydir da, bunun özündə bir sistemi var. Düzəldiblər, qoyublar, məxsus tualetlər düzəldiblər, göydən mıxlayıblar ora. Gedirsən, durursan qabağında, zipivi çəkirsən, işivi görürsən. Biz illərdir, yüzlər ildir İranda, deyək, İran məmləkətində tualet bilirik da, indi Alaturka deyirlər Türkiyədə. O tualetlər ki, paltarımızı çəkirik aşağıya, qışlarımızın birini notaya, birini notaya qoyur, otururuq onun bacasının üstündə. Bizim südüyümüz gedir, onu daşa dəyir, çıtdır üstümüzə. Həmişə kəsirik. Həmişə kəsirik. Biz indiyəcən bir dənə mühəndisimiz fikir eləyibdir ki, ağa bu su, neyiniyək bu su bunların üstünə çırtdamasın. Bunlar məsələn namaz qılırlar, məsələn evə gedirlər, məsələn təmizlik bilirlər. Amma bunların üstünə həmişə arvadlı kişili fərq eləmir. Çırtdır bunların üstünə, bunlar gedirlər. Mən bunu bir dənə bunu qoymayıblar. Bu çırtdamasın. Çünki xalqla yaşamır ki. Özünün də namaza etiqadı yoxdur. Tamam, sənin namaza etiqadın yoxdur. İqtisada ki etiqadın var. Ağa sən bunu düzəldəcəksən, iqtisad pul qazanasan, iqtisada hərəkət eləsin. Ondan məsələn 1 milyondana satsan, sənə gör nə qədər pul çıxacaqdır. Mən bu gün görmüşəm, Çinlilər düzəldiblər, satıblar. Birini 2 dollardan, 3 dollardan satırlar. Tamam tualetlərə bunlardan qoyublar. Hər yerdə, hər yerdə. Niyə? Camiəşünas millətin içindədir. Onun üçün İranda camiəşünası kitab yoxdur. Çünki fəqət tərcümə var. Filan kəs Fransada belə dedi, Almanda belə dedi, Amerikada belə dedi, Japonda belə dedi, Koredə belə dedi. Bunlardan sonra bir şey yoxdur. Ya axı, nə olsun? Bizim camiəmizdə nə keçir məsələn? Ağa, 100 ildir bunlar bilmirlər Türk milləti nə istir. Və bizim özümüzün içimizdən seçkinlərimiz, seçkindir də bu adam. Yəni, təhsil kərdələrimiz varsa. Təhsil kərdələrimiz bilmirlər biz nə istirik. Cəlibdir, bizi anlamırlar. Bu milləti anlamırlar. Çünki camiəşünas deyil şəxi. Hüquqçusu bizdən müdafiə eləyəmir. Çünki bizdən deyil axı. Sürətlə gedin bunu. Həyatına, əxlaqi duyğularına qatıla bilmək, geyinişində, evinin mimarisində, mobilyalarının sadəliyindəki gözəllikləri dada bilmək. Yenə davam verir, deyir ki, bu seçkin təhsilkərdələr, yüksək təhsilkərdələr nə edəcəklər? Gedəcək xalqın içinə, həyatına, yəni yaşamında əxlaqi duyğularına qatıla bilmək. Onların əxlaqi bir ehsasları, duyğuları, ehsasları var. Onlara qatıla bilmək, onlara qatılacaq, onlarla izhar həmdərdi eləməyəcək. Mən bilirəm sən nə deyirsən. Nə bilirsən mən nə deyirəm? Nə bilirsən? Bilirəm nə hiss edirsən. Nə cür bilirsən mən? O hissi yaşamısanmı? Yox. Amma bilirəm. Yox, hissi yaşamamısan, bilmirsən. Mən sənə bir şapalaq vırım, onun bir acısını gör, ondan sonra bilərsən ki, şapalaq yemək yəni nə mənə? Şikəncə olmaq yəni nə mənə? Axı, sən hələ ki bunu görməmisən, sən hələ indiyəcən ömründə ac qalmamısan, ya uşaqları ac saxlamamısan, nə bilirsən ki, bir xanım uşağı ac qalanda nə çəkir? Xanım olmusan, bir uşaq doğmusan, yox. Xanım deyiləm, erkəyəm, tamam. Uşaq doğmamısan, hamilə olmamısan, yox, olmamışam. Doğmamısan, yox, doğmamışam. Gecələri ayaqqabına süd vermişsən, yox, verməmişəm. Uşaq bir sənin məməvi dişləyibdir, bir qışqırasan, yox. Yoxcu, sən hardan bilərsən bir nənə nə çəkir? Mən də dədiyəm da. Dədəlikdən nə payın var? Dədəlikdə payın budur, nənə ilə 1-5 dəqiqə yatmışsan, sonra getmişsən, yuvunmuşsan, çıxmışsan, getmişsən. Uşaq da gələndə, mən uşağın dədəsiyəm, sahibiyəm. Nə eləmişsən bu uşağa 9 ayda?
Uşağa da gərək mənim adımı verələr, mənim dədəm ya özüm adını seçəm, arvadın haqqı yoxdur. Niyə? Bu uşağı sən neyin əmirsən? Bunu mənə deyil. Pəs həyatına, əxlaqi duyğularına qatılmaq, yəni o xalqın həyatına, yaşamına qatılmaq, əxlaqi duyğularına qatıla bilmək, geyinişində, indi bizim şəltəli, nə mənə? Şəltəni, gətirdi, kətdi, nə mənə şəltəni. Sən bunun geyinə bilməsən, ar eləsən ki, sənin nənən qərədağ paltarı ilə gəlir, gedir, sənin dədən məsələn filan bığla gəlir, gedir, ar eləsən, sən utansan, sən bunu gedə bilməsən ki, sən onu dərk eləyəməzsən. Sən o milli hissi ki, o paltar verir. Mən Türkiyədə bir yerdə gördüm, calibdir. Bunların kişiləri də, arvadları da bizim tumanlarımız kimi tuman var. Amma bu tumanın ağı, şalvar da ha, amma bu tumanın ağı əyaqdandır. Yəni tumanın ağı bizimki kimi kəmərə yapışmır, qıçın arasına yapışmır. Gəlir tumanın ağı ta əyaqdan məsələn bir belə üstə. Bir belə üstə. Orada küllən nazikləşir, yapışır ayağa, bacağa. Qıçın o, bacağın o aşağı sümüyünə yapışır. Burada da üstə məsələn, burada bir saat kimi yer var, zəncir atırlar, elə bir indiki rəplərdirlər məsələn. Bir məxsus böhləri var, uşaq məsələn istəyir, uşağı kəsdirirlər, ona bir məxsus paltar giydirirlər, şah kimi əlinə bir şey verirlər, başına bir tac qoyurlar, ağ bir paltar giydirirlər, ona bir toy tuturlar. Sən bunu yaşamasan nə bilərsən? Sən bir uşağı kəsdirəndə gizlindən kəsdirmisən, sən uşağı onlar kimi kəsdirməsən, nə bilərsən ki, onlar orada nə yaşır, o camiə orada, o camiənin orada içində nə geçir? Camiə-şünası bunlardır. Camiə-şünası bu dəyişir, yox ki, tamam, məsələn, filan kəs belə dedi, nəzəri belədir, camiə belə deyişər. O, yekə danışmaq bir şeydir, camiəni tanımaq bir ayrı bir şeydir. Bu camiəni istəyirsən, dəyişdirsən, Fransız camiəsini yox. Tazə Fransız camiəsində 100 il bundan qabağının kitabını oxuyur. Miresto verirlər filan, 100 il bundan qabaq bu kitab. Ağa, indi 2021-in kitablarını oxuyasan, gərək Fransanı istəyəsən başlapasan. Fransa ki 100 il bundan qabaq, 200 il bundan qabaq, 400 il bundan qabaq filan kəs kitabı yazıbdı. O kitab bugün dərdə dəyməz. Adam elə iftixarla deyir ki, mən nədir o nevisəndənin adı? Fransalı yazar ki, Nasiruddin Şahsarı dövrəsi kitabı tərcümə oldu. Ay dad. Yadıma düşsə deyərəm. 200 ildə o kitabı yazıbdı, indi oxuyurlar. İndi Suruş və onun tayları kitablarca oxuyurlar fəlsəfə haqqında. 400 il bundan qabaq kilisada yazılan kitabları oxurlar fəlsəfə adına. Onlar 2021'dir. Giyinişində, evinin mimarisində. Gedəcəksən bu şəhrin içinə görürsən, bunun evinin mimarisi nə cürdür? Axı haşiyə nişini deyirsən, gedib onu bir yaşamısan içində. Onun birini icarə eləmsən, deyirsən ki, mən camiə-şünasam, bir il bu məhəllədə icarə eləyəcəm, yaşayam, görəm ki, bunlarla gəl-ged eləyəm, bunları qonaq çağıram evimə, arvad uşağımla, bunların uşaqları gəlsin bizə, biz bunlara gedək, mən bunların evlərinin için görüm, bunlar nə cür, yatmaqları nə cürdür, durmaqları nə cürdür, 2 otaqda 8 nəfər adam necə yaşır? 6 dana yekə qız, oğlan, dədə nənə 2 otaqda 4 dana da qonaq gəlibdi. Hamısı bunlar 14 nəfər, 15 nəfər bir otaqda, 2 otaqda yaşırlar. 2 otaq dediyim, yəni yataq otağı deyil. Salonlu falanla 2 otaq. Sən buranın camiə-şünası ola bilməsən. Evinin mimarisində mobilyalarının, mobilya əziz dostlar, mobluman deyil ha. Moblu bir şeydir. Mobluman yəni evin düzümü. Fərş salmışsan bu moblumandır. Səndəl qoymuşsan o da moblumandır. Təxtin var o da moblumandır. Televizyonun var o da moblumanın bir parçasıdır. Nəqqaşın var divarda o da şeydir. Pəncərən sınıqdır o da bir moblumandır.
Qapın sınıqdır, o da moblumanıdır. Pərdən var, o moblumandır. Yoxdur, o da moblumandır. Müxəddən var, yoxdur. Yastığın var, yoxdur. Yorğan döşəyin nə cinsidəndir? Mobilya dediyimiz, yəni camişünası bunlardır. Camişünası der ki, yaxşı, در تبریز 600,000 nəfər haşiyə nəşin vücud dارد. Yaxşı, nə olsun yəni? Nə oldu? Yəni bundan nə alaq? Nə alaq? Mobilyalarının sadəliyində, sadə bir fərş salıbdı ya, moket salıbdı ya, bir dənə, nə bilim, Həzrət Əbəlfəzin əhsin vurur bura. Nə bilim, mən yadıma gəlir mənim kətdə, bizim kəndimiz çox dinçidirlər. Qulağı tüylü dinçidirlər əksəriyyətin deyirəm, içində bir istisnalar var. Elə taza nəsli də ondan pisdir, ha. Taza nəsli ki, dediyim, yəni məsələn 50 yaşları, 55, 60-70 yaşınacan. Oradan üstdəkilər ki, daxil pis idilər. Yox, onlar yenə yaxşı idilər. Yenə onlar araqzad içərdilər, qaçaqda da olsaydı və inkar da eləməzdilər. Yalan da danışmazdılar. Bir-birlərinə xəyanət də eləməzdilər. Kişi kimi də savaşanda savaşardılar. Amma indiki nəsil bu 60-65, məndən bir 15-16 yaşdan yuxarıya, məndən də biraz aşağıya baxsaz, yalancı, əyri, üyrü insanlar, bir-birlərinə hörmət qoymayanlar, nə deyim axı? Gözəlliklərini dada bilmək. Gözəllikləri, bu mobilyanın ya hər şeyin, o gözəlliklərini dadasan. Dadmaq nə deməkdir? Ağızda qoyub tamın bilməkdir. Dadmaq buna deyirik da. Türkiyədə tatla dadın fərqi var bizdə. Tat Türkiyədə şirinə deyirlər, dad biz deyirik. Biz amma dadı ikisində də istəyirik. Məziyə də, məzə eləməyə də dad deyirik. İndi tatmaq yəni nə demək? Yəni bu, onların yaşayışını təcrübə eləmək. Onların yediklərindən yeyək, onların giydiklərindən giydik, onların düşündükləri kimi düşünə bilək. Çünki onu təcrübə eləməsək düşünəmərik. Bundan başqa xalqın masallarını, fikralarını, mənkibələrini, əski törəndən qalma inanışlarını öyrənmə. Deyir ki, bunlardan əlavə, dediklərimizdən əlavə, daha nə mənə? Bundan başqa, bundan əlavə, yəni daha çox, xalqın masallarını, masal nağıla deyirlər, hikayə deyirlər. Xalqın masallarını, fikralarını, coşa fikra deyirlər. Gülməcə, coş daha pisdir, təhqir edici bir şeydir. Gülməcələrini, yəni fikralarını, mənkibələrini, dedim, məsələn, ziyarətə gedirlər, filan yerə gedirlər, orada bir mənkibə oxuyan vardı. Əski törəndən qalma, türkçülüğün qədimlərindən qalma, inanışlarını, məsələn, dedik, sufilik, məsələn, misal verdim. Mən çox bilmədiyim üçün bunları çox bilmirəm. Məsələn, zəmini biçəndən sonra çox qutardı. Bizim indi bir qədimdən bir şey qalma var. Məsələn, deyir ki, biçini biçdi, qutardı, salavat. Görürsən, tamam zəmilərdə hər yerdə bunun səsini eşitdilər, durdular. Filan kəsin zəmisi biçdi, qutardı, salavatını verdi. Hamı salavatını deyir. Hamı, dost, düşmən ki bunu eşitdi, salavat. Nə bilim, xeyri, bərəkət filan, salavat, millət də bunun salavatını gedir. Bunlar mənim nəzərimə İslamdan sonra deyil. Bunlar qədimdir, amma İslamlaşıbdır, müsəlmanlaşıbdır. Bəli, mən dedim, Türk tarixinə görə çox kasıbam. Çox yoxsunam, yoxsun, dilənci. Onun üçün mən bunların çoxunu bəlkə yaşamışam, bilmirəm. Yəni, məsələn, biraz tarixdən oxusam, tarixdə görsəm ki, filan şeylər vardı. Görürəm ki, bizim də toplumumuzda var ya yox. Çünki mən toplumu yaşamışam. Deyir ki, əski törəndən qalma inanışları, inanış yəni inancı, inanıcıları öyrənmə yəni öyrənmək. Türkçə bizim Azərbaycanda dildə
Şəfahi dildə öyrənmək, öyrənmə deyilir burada. O c çox yerdə bizim öz dilimizdə də ya çevrilir. Burada da çevrilir. Yumuşaq c deyirlər. Xalq kitablarını oxumaq. Xalqın içində bir də kitablar var. Onları oxumaq. Məsələn, bəzi kitablar var, bizlər düşün. Ərəb mandələrin kitabıdır, geriyə qalmışlar filan bəhman. Oxu gör nə yazıbdı olan da. Oxu gör sənin babaların, geçmiş nəslə. Onun üçün, baxın, biz Fransəlilərin, Amerikalıların, Japonların belə nəzərlərini bilirik, amma bilmirik ki, bizim dədələrimiz yazdığı kitablarda nə yazırlar. Əslən, xəbərimiz yoxdur, bizim geçmişimizdə nə yazır. Deyir, bə, kitab yoxdur əslən. Əslən, yazmayıblar, belə bir şey yoxdur. Bizim də var, o qədər kitablarımız var ki, kitablarda, amma gedib oxumamışıq. Əlaqə göstərməmişik. Çünki biz hər şeyi bilməliyik özümüzdən sonra. Biz özümüzdən nə cür şosteşuyu məğz olaraq, nə cür beynimiz yıxanar, hamını bilərik özümüzdən sonra. Farsın, tarixin, dilin, ədəbiyyatın, şairlərin, musiqilərin, filosofların hamısını bilərik. Özümüzün, Fransa'nın için, Almanın için, Rus'un için, İngilistan'ın için, Amerika'nın için, Kanada'nın için bilərik. Amma özümüzün için heç bilmərək, aslında adamımız var. Deyər, o qədər kasıbıqca adamımız yoxdur. Deyir ki, kitablarını, xalq kitablarını oxumaq, Qurqud atadan başlayaraq xalq nöqtəciliyini çocukluğumuzda seyr etdiyimiz qara gözlə orta oyununu aramaq, bulmaq lazım. Deyir ki, kitabları oxumaq, Qurqud atadan, Dədə Qurqud atadan, ata hemen dede, bizde dede deyilir, orada atadan. Başlayarak, deyir, oradan başlayaq. Kimdə o? Xalq nöqtəciliyini, xalqın içində nüktələr, zərif şeylər, nüktə yəni çox zərif nüktələr ki, çox mühümmüdürlər. İnsanların təcrübə və fəlsəfəsinin, dünya fəlsəfəsinin xülasəsidir, şirəsidir. Deyir, o nöqtəciliyi çocuqluğumuzda, uşaqlığımızda seyr etdiyimiz nümayişdə də olurdu, çətdə baxırdıq. Məsələn, bizim çətdə cincir var idi, nə bilim, bilmirəm, yadıma gəlmir, ilin hangi günü idi, bizim bir, Allah rəhmət eləsin, şey var idi. Adı Şirin adlı bir bizim dədəmin də familiydi var idi. O gətirərdi, cincir deyərdilər. Özünə də circin deyərdi, özü də cincir deyərdi özünə. Bu adam gətirərdi, dəmdə dəstəşini düzəllərdi orada, nə bilim, bir ərsin var idi. Bilmirəm ərsinə farsça nə deyirlər. Məsələn, deyək ki, ərsin bu günləri olar kük çəvirən. Belə bir şey idi, ərsin deyirdilər adına. Eyni kük çəvirən kimi dəmir idi, bunu qoyurdu, odun içinə qızarırdı, onu yapışdırırdı dilinə, yağılırdı, onu söndürürdü məsələn. Nə bilim, biri var idi məsələn, mənim dədəmin bəzi tərəfləri ilə dəli dilidir hamısı. Mən də görürsünüz məskərə eləyirəm özüm. Baxın, bu bizim bir fars sistemidir qalıb bizim zehnimizdə. Kültürümüzü məskərə eləmək bir sistemdir. Mənim dədəmin deyirəm tərəflərində biraz belə qarışdıq çoxdur. Biri də var idi məsələn, bu toğ dolandırardı. Ağa, bu cidden bunda bir tane ağacıydı, kuru ağaç. Kəsmişlər, düz yontamışlar, belə qabığınıza da soymuşlar, içinin ağı çıxmışdı. Onun başına bir tane 5-50 barmaq belə bir şey, üstündə bir şeylər ərəbcə ya bilmirəm, yazılmışdı. O barmaq, onu taxardı. Bunu ildə məsələn Aşura idi, nə bilim, hangi gündür. Bu adam bunu qoyardı buradan göbəyinin üstünə, ya biraz göbəyindən işığa şalvarının qeyişinə, şeyin arasına bağlardı orada. Bu kontrol eləyə bilməzdi özünü. Bilmirəm. Birdən, məsələn, mənim bir adıma gəlir, birdən gördüm ki, 10 metr hoppuldu. Bəndi hoppuldu getdi. Mənim bir adıma gəlir, bizim məsciddən hoppuldu, çıxdı, bir dam var idi. Onun üstünə damın qabağında həyət var idi. Həyətdən aşağıya dərə var idi. Dərənin utayı. Bir belə fasiləni hoppuldu getdi. Yəni, məsələn, pələng bir belə hoppula bilməzdi. Ceyran bir belə hoppula bilməzdi. Bu adam hoppuldu. Məsələn, bu nə idi? Hangi tarixinkidir? Hangi dövrəninkidir gəlib bizə yetişibdi? Bu adamda niyə? Heç kəsdə olmurdu, onda olurdu. Sonralar eşitdim ki, mənim bir əmim var, onda da coşur. Abbas Ali adında Allah saxlasın, onda da coşur. Kaş məndə də coşur. Yəni, doğrudan sevərəm ki, amma eşitdim sonralar onu oğurlayıblar, aparıblar o ələmi. Eşitdiyim qədər ki, məsələn, belə bir ələmləri susuzluq gələn zamanlar aparardılar, qoyardılar soya və dua elərdi. Onu qoyan məsələn, o ələmi aparıb qoyan dua elərdi, yağış yağardı.
Məsələn, bunu mən eşitdiyim budur. Ya, məsələn, mənim bir babam var imiş, qırmızı səqqəli varmış deyirlər. Xına qoyarmış da hətmən. Ya da ki, elə, nə bilim, bəlkə rus toxumu imiş, bilmirəm. Qırmızı səqqəli varmış, top səqqəli, şair imiş, Arif imiş, şeiri varmış, kitabı varmış. Bilmirəm nə olubdu. Mənim əlimə gəlmədi, eşitmədim. Amma eşitdim ki, kitabı varmış. Çox ağıllı adam imiş. Biraz da şox tərəf, çox şox təb imiş. Öcəşcil imiş eyni halda dinçi imiş. Deyir ki, bunun bir ətib etiqadı varmış. Quruluq olanda, quraqlıqda yağış gəlmir, millətdə cana gəlib də hər şey quruyur. Deyir, bu bir dənə qırmızı xoruz götürərmiş. Qırmızı xoruz. Bilmirəm, indi ya özünün, ya özgənin oğurlarmış, ya alarmış, bunu bilmirəm. Bəli, bir dənə qırmızı xoruz götürərmiş. Gedərmiş, bizim dağ var. İki kəndin arasında, adı Şıxılcandır. Orada bir ağac var. Deyir, gedərmiş onun dibində, təhcanına. Bu xoruzuna indi nə danışarmış yolda, orada nə danışarmış, heç kəs bilmir. Heç kəs də soruşmayıb, heç kəs də bizə deməyibdir. Bu, o xoruzu orada kəsərmiş, od yandırarmış, bişirərmiş. İndi orada özünə bir ibadətlər elərmiş. Yəni, məsələn, Çəngiz gedir dağa da, bilirsiniz, Çəngiz gedir dağa, Allah ilə danışır, hər savaşa gələndə beləsi gedir. Və müzəffər olur. Elə bir oradan dəstur alır, məsələn. Tərh alır, nəxş alır. Bu adam da gedərmiş orada, Şıxılcanda, o xoruzu nə icra elərmiş, bir mərasim icra elərmiş. O mərasimdən sonra onu xoruzu kəsərmiş, onu yiyərmiş, orada yatarmış. Yuxudan duruncan yağış yağarmış. Kəndə yetişincən sel gəlib kəndin yarısına apararmış. Bunlar hara gedir, nəyə dayanır, mən bilmirəm. Amma belə bir şeylər varmış. Buna kültür deyir o. Gələnək deyir o. Camişünas bunu bilməz. Buna deyər xurafat. Axı, get bir qal, gör bu xurafat deyə yox. O ilanı nəcür tutur? Bu nəcür xurafatdır, mən bilmirəm. Bəli, var. Ağa, sofu gəldi kəndə. Hamının qəndə tüpürürdü. Biz də şah zamanı, bəzilərin tamahı düşür şah zamanı. Ağa, biz şah zamanı o qədər kasıbıdıq ki, mənim yadıma gəlir. Bir süsləri, başmaq, naylon başmaq, süslər. O süsləri bəlkə 200 dəfə bu məşəni qoyardılar. Od buxarısında qızarardı. Bir ayrı süslərdən kəsərdilər, ona yamaq vurardılar. 200 dəfə yamaq vurardılar, onu ciyərdilər. İldə heyvan ölməsəydi ət yeməzdilər. Bir dana serçə çətmiyə salsaydılar qışda, onunla 20 nəfər o abquş yiyərdi. Şorba, ət şorbası yiyərdi. 20 nəfər. İnanın mənə, o qədər kasıblıq idi. Yəni, fikirləməyin ki, şah zamanı millət kef edirdi. Belə bir şey yoxdur. Son zamanlarda şəhərə gələnlərin vəzi biraz yaxçılaşdı. Çünki şəhərdə pul, imkanat tapıldı. Kətdə yaşırdıq biz. Hətta şəhərə gələndən sonra biz hələ adamın ağzına yetişmirdik. Biz inqilabdan neçə il sonrayacən televizyon üzü görmədik. Bizim famililərdən bir televizyon aldı. Tamam famililər onun görüşünə getdilər. Yəni, kado aparırdılar ki, filan kəs televizyon alıb, böyük iş görürdü. Bizim familidə birinci dəfə, ikinci dəfə bir mənim nənəmin xalası var idi, Allah rəhmət eləsin. Əri şirkəti nəfti olardı. Birinci televizyonu onlar almışdılar. Onlara heç kəs getməzdi. Evləri uzaqda idi, heç kəs getməzdi. Piyol. Bir də bizim bir Hacı Əsədullah var idi, Allah rəhmət eləsin. O aldı, onun balaları aldılar evlərinə. Neçə qardaş idilər. Çox ağıllı, huşlu başlı bir ailə. Çox möhtərəm bir ailə. Onlar bir televizyon oldu. Yadıma gəlir, məsələn, famililər dəstə-dəstə gedirlər televizyonun görüşünə. Elə bir ki, Məkkədən gəlib adam, məsələn, gedirlər ziyarətinə. Belə bir kasıblıqda yaşırdıq. Belə bir kasıblıq. Yəni, kasıblıq deyirəm. Yəni, yaşamayan bilməz nə deyirəm mən. Sübh saat 7-dən 6:30-dan gedərdik ilmək salmağa. Gecə saat 7-yəcən bizi işlədərdilər bir tümənə gün. Onu da o qədər bizi şişinə vurardılar, tak vurardılar tez işlə. Əl ayağımız doğranardı, qan olardı, fərş qan olardı, boy qan. Sal geçsin, mühüm deyil, sal geçsin.
Belə bir dövranları keçirmiş o. Necə ki, məsələn, adamlar bilmirəm, nə xiyal edirlər də. Bunlara tarixi tərsə deyirlər, adamlar deyirlər ki, behiştmiş, bir behişdən gəliblər cəhənnəmə. Bizim familiyada elə həman famililərimizin bir telefon çəkdilər. Kulli famili çağırarlar. Fikirən baharın yarısını onlar çağırarlar, gəlin sizə telefon var. 1 kilometr gedərdilər, filan kəsi. Dur, okey, keçinən bir 10 dəqiqədən sonra, yarım saatdan sonra uşaq göndərək getsin, gətirsin, gəlin telefon. Yəni, bu cürdə dəqiq fikir eləyəsiniz. Yol yox idi, ağa. Bizim kətdən gələydin, gedəydin, məsələn, Təbrizə. Mümkün idi, 2 gün qalaydın yolda, maşın tapmaydın. Maşın bir yerəcən gələydi, ondan sonra gəlməydi. Ya maşın yox idi, qalaydın yolun qırağında, axşam qeyd edin, gedəydin, yox idi. Savadsızlıq idi. Savad yox idi millətdə. Siyasi düşüncə əslən yox idi millətdə. Əslən millətin intizarı da yox idi. Çünki yox idi ki, yoxa adət eləmişdi. Cırıq paltarı yamaq vurub giymək özü bir iş idi. Yəni paltarı yamaqlamaq özü bir iş idi. Ağa çini bəndizən ki, oxumaqlarda da var, özü bir iş idi. Yəni adamlar o qədər kasıb idilər ki, əgər çini çaydan əldən düşsəydi, sınsaydı, boşqaf düşsəydi, sınsaydı, qətdan düşsəydi, sınsaydı, zir siqarı dedikləri şey düşüb sınsaydı, onu atmazdılar eşiyə gedib ayrısını alalar. Onu aparardılar verər çini bəndizən onu sınıqları yapışdırardı bir-birinə, onu verərdi bizə, biz getib onu işlədərdik. Bu qədər kasıblıq idi. Ağa məcə corabı atardılar eşiyə. Corabın 200 tərəfi, 200 dana yamaq vurardılar, onu giyərdilər. Hətta mən sonralar gördüm belə, bəziləri da o yamaq vuramırlar da, giyirlər zahirən nözərə gəlir corab, amma qonaq getdiyi yerə qapıdan girəndə corabı çıxardırdılar ki, cırğı ayaqda görünməsin. Yəni ayaq yalın görmək cırıq corabdan yaxşı görünürdü. Kasıblıq fəqr bidad elirdi. Deyir ki, indi cocuqluğumuzda seyr etdiyimiz Qaragözlə. Qaragöz bir oyunmuş, bilmirəm nə mənədir. Məsələn, bizim indi bu təkətçilər deyirlər, belə bir təkədir beləsi əllərində oynadırlar. Bəlkə belə bir oyunmuş, bəlkə bir, məsələn, nə bilim, bir teatr model bir şeymiş. Hər şeymiş Qaragözlə. Qaragöz bir oyunmuş. Qaragözlə orta oyunu, orta bizdə də vardı. Orta oyunu, məsələn, topla vurardıq. Kiçiklikdə o orta oyun, məsələn, vəsətdəkilər qaçanmasaydılar, tutanmasaydılar, dəysəydi, düşsəydi yeri yanardılar. Məsələn, qəyiş qaçırtdı. Qəyiş götürdü deyərdik biz bunu. Qəyiş qaçırtdı, Təbrizdə qəyiş qaçırtdı deyirlər, biz qəyiş götürdü deyərdik məsələn. Məsələn, bu oyunlar Əzzəli idi, nə bilim, Dəvəsi idi, nə bilim, Vəzirgizir idi, nə bilim, bunlar oyunlarıdır. Mən indi bunları nənəmdən də soruşdum o günləri, başa bilmədi nədir. Məsələn, oyunlar var idi, ətib oyunlar var idi, belə deyir bunları aramaq, onları axtarmaq, o oyunları bulmaq lazımdır. Xalqın cəngnamələr məsələn, Koroğlu nağılı, məsələn deyirəm, və bu cür nağıllar, cəngnamələr oxunan əski qəhvələrini, Türkiyədə qəhvə içmağın qədimi bir şeyi var. Fikrim Avropadan da qabaqdır. Türkiyədə qəhvə içmək, fikr edirəm və diqqət buyurun. Deyirlər Kristof Kolomb Amerikanı kəşf eləyibdi və qəhvə də Afrikada olurmuş, Amerikada olurmuş, Latin Amerikada olurmuş, ya Cənubi Amerikada olurmuş. Türklər qəhvəni içirmişlər və türklər qəhvəni dünyaya tanıtdırıblar. Yəni bəllidir ki, türklər Kristof Kolombdan öncə gediblər buranı tapıblar. Qəhvə ağacını tapıblar, onu gətiriblər, belə məsrəf ediblər. Onun üçün də fərqli. Hətta o cür ki, qəhvəni Türkiyədə içirlər, Kanadada onu içənməzlər. Fərqlidir. 2 dənə ayrı kültürdür. Qəhvə kültürü 2 dənə ayrı kültürdür. Onun üçün, amma İranda qəhvəxana deyirlər. Bu qəhvəxana ha zamandan tikilibdir ki, adı qəhvəxana olubdur. Baxın, bu təmbəki və qəlyan Amerikadan gəlmədi zahirən. Nə zaman gəlib bizim kültürümüzə? Əcəba Amerikadan son zamanlarda, Qacarın son zamanlarında gəlibdi, yoxsa
önceden varmış, Amerikalılar sonra bunu teknoloji eləyiblər özlərinə. İş eləyiblər, ticarət eləyiblər. Xalqın cənginamələri oxunan əski qəhvələrini, yəni bir qəhvəxanalarda qədim cənginamələr oxunurmuş. Ramazan gecələri oruçluq açandan sonra yığışarmışlar bir yerə. Bizlərdə də olurdu. Yığışardılar bir yerə. Ya elə Ramazan gecələri iftar üçün gedərdilər qonaq bir-birlərinə. Ondan sonra da danışardılar. Normalda çox xoş gecələr olardı. Mən bir-ikisin ömrümün bir zamanlarında böyük babama, nənə babama qonaq oldum. Hala da yadımdan çıxmaz. Çox sadə, səmimi bir sıfrada oturmağa rəğmən. Bugünkü sıfralara baxanda sıfra deyildi, fəqr idi. Amma orada bir zərafət var idi. Bir gözəllik var idi. Farslar çeşmi həm deyirlər, çeşməm çeşmi. Riqabət yox idi. Bu günləri sən filan şeyi qoymuşsan, mən gərək sabah onun 2 qatın ya 2 cürəsini qoyan belə bir şeydir. Çox səmimi, ürəkdən gəldiyi qədər. Heç kəs borcundan girmirdi bu cür bir işlə. Cuma arifhanələrini, cuma günləri də bunların arifhanələri varmış. Hətta bizim də özümüzün cuma axşamımız var idi. Özünün bir dastanı var, bir nağılı var məsələn. Çox bunun bizdə bir xatir. Məmulən xanımlar gərək bizim orada cuma axşamlar məsələn ərləri ilə məsələn eşq aşiqanıya baxarlar. Sonra gedərlər hamama. Bir həftə yəni hamama getməzdi. Sonra gedərdilər ümumi hamamlar vardı. Ümumi hamama. O halda ki məsələn bilir o gərək qabaqcan yuyunaymışlar. Sonra kişi ilə aşiqanəlik olaymış. Bunlar yox idi bizlərdə. Təəssüflə susuzluqdan, kənddə, şəhərdə su yox idi, hamam yox idi, fəqirlikdən hamam yox idi. Ümumi hamama gedərdilər. Gedəsənlər getməsəydilər evdə görən bir isti su düzəldi. Bir qazan suyu ilə 4 nəfər yuyundu. Həm də elə qəşəng yuvardılar. Vaqəən yeri boş. İndi mən görürəm ki, adamların burnunun buraları, ya üzünün orası qərə-qərə xaldı. Bizim uşaqlıqda olmazdı. Bununla belə ki, külün içində, tozun içində, sübdən axşamacan tozun içində oynardıq. Asfalt yox idi ki, hər yer toz, torpaq. Axşamacan gələndə nənəmiz əgər təmiz arvad olsaydı, bunları gərək çıxadıydı, yuvaydı filan. Bizə də döyüş filan. Amma görərdin ki, bizim üzümüzdə bir dənə o cür xallar yoxdur burnumuzun ucunda. Niyə? Çünki nənəmiz onda bizi qəşəng belə kisələrdi. Bu hər yeri, burnun buraların. Bizdə buramız daimən qızarardı ona görə. Amma indi görürəm ki, gedirsiniz burada məsələn bu masajorlar azadlara görürəm ki, həmin işi görürlər. Gətirirlər buranı isti buxar verirlər. Oradakı qalmış yağlar ərisin. Ondan sonra bunu sürtürlər, oradan çıxartırlar. Bir dənə də caribərgi kimi bir şeylər var. Qoyurlar, o sorur. Bunları bizim nənəmiz o şeylə elirmiş, yazıqlar. Çocukların hər il səbirsizliklə bəklədikləri coşqun bayramlarını, bayramı gözlərdik biz, çərşənbəni gözlərdik, sudan gedib ot bulacaqdıq, onları gözlərdik. Bizə ildə bir dəfə qədələrimiz eləyə bilsəydilər, güclərin boğazlarına yıxsaydilər, bizə ildə bir dəfə paltar alardılar. Və biz də köçə uşağı, onları əvvəl 2 gündə cırardıq. Mənim yadıma gəlir bir dəfə başıma aldılar, sabaha çıxmadı, cırıldı, getdi. Almazdılar, ondan sonra da getdi, Allaha təvəkkül elə. Bir il dəm payı ilə zadla gedəcək. Mənim bir dənə cavanlığımdan, uşaqlığımdan əhsim var, əvvəlincə əhsim. Ayağımda başmaq yoxdur, dəm payada da cırıqdır. Çocukların hər il səbirsizliklə bəklədikləri coşqun bayramlarını. Deyir ki, camişinas gərəkçəkdə görək bir uşaq var. Yəni, o nə cür gözdür? Necə başmaqsız, ayaqqabısız, çustarsız insan 2 qardaş ya 2 bacı mədrəsəyə gedirlər? Necə Dülandan Çalana dərs oxumağa gəlir? 7-8 dənə oğlan içində bir qız, qalanları heç kəs dədəsi qoymur qızlar getsinlər. Amma bir dənə kişi o kətdə tapılıb, o zamanda deyir ki, qızım getsin dərs oxusun. O kişinin düşüncə fərqi nə idi o birilərdən? Dinidən yenidən diriltmək, yenidən o bayramları, coşku bayramları yenidən diriltmək lazım.
canlandırmaq gərək. Onları canlandıraq, ruh verək onlara. Xalqın sənət əsərlərini toplayaraq, xalqın sənət, yəni hünər, incə sənət əsərlərini toplayaraq milli muzələr qurmaq gərək. Milli muzələr gərək bunlardan qoyaq. İşte Türk millətinin seçkinləri ancaq uzun sürə xalqın bu milli kültür muzələri və oxulları içində yaşadıklarından sonradır ki, milliləşmək imkanına qavuşurlar. Diqqət buyurun. Deyir ki, işte, yəni bu indi Türk millətinin seçkinləri, ali təhsil etmiş ustad danışqahları, professorları, fوق lisans, lisansları ancaq uzun zaman xalqın bu milli kültür muzələri dedikləri, adlarını çəkdikləri milli muzələr, kültür muzələri və oxulları içində, onları da oxul hesablanır, okul, mədrəsə hesablanır, oxulları içində yaşadıktan sonra orada gedib uzaqdan durub baxmayacaqdır. Gedib orada yaşayacaq o həyatı. Ev icarə eləyəcək, ev alacaq, orada qalacaq, onlar kimi yaşayacaq, onlar kimi düşünməyə başlayacaq, onlar kimi duygulanmağa başlayacaq zamanı onu başlayacaq ki, orada nə geçir. Və ondan sonra başlayacaq ki, bu milləti necə tövsiyə inkişafa aparmaq olar. Sonradır ki, milliləşmək üz verəcək. Bunların içində milliləşəcəklər. Yəni o panfarsizmdən, paniranizmdən çıxacaqlar, Azərbaycançı millətçi olacaqlar. İmkanına qavuşurlar. Bu yavaş-yavaş belə olurlar. Dostlar, indi buradan geçir xarici şeylərin nəzərlərinə, xarici mütəxəssislərin nəzərlərinə. Buradan qoyaq qalsın 38-ci səhifənin 2-ci sətrinin axirindən qoyaq qalsın. Sabahları görüşərik. Yenə də umaram ki, bir fürsətim ola və bir səhifə də oxuyam. Sağ olun, sağ qalın. Təşəkkür edirəm əziz dostum. Dostlarımız bir şeylər yazırlar. İcazə buyurun bunu oxu. Görün ki, bunlardan bir şeylər mən ala bilər miyim? Məsələn, belə olmasın ki, mən də o cami-şünaslara bənzəyim ki, vardılar. Selamlar Hidayət bəy, aleyküm selam. Dostlarımız gəliblər, gediblər, sağ olsunlar. Görək ki, çox gözəl də bir barmaq qoyublar, salam eləyiblər. İbrahim Rəis mədrəki kimin? Yox, İbrahim Rəisə hətta əqəl bir mədrəkiyə görə danışmır. Amma baxın, sonralar yenə bunu deyəcəkdir. Mən bu tozih verəcəyəm. İranda mollalar daxı bilirlər ki, mollalığın ərzişi yoxdur. Bilirlər ki, bunun gələcəyi yoxdur. Onun üçün deyirlər doktor Ayətullah. Bu olmaz. Ya doktorsan ya Ayətullah. İkisindən birini seçəcəksən. Bu keçəcəklə gələcək. Məsihiyyətlə İslamı qatanmazsan bir-birinə. Yahudiyyətlə İslamı qatanmazsan bir-birinə. Zərtüştiyyətlə İslamı qatanmazsan bir-birinə. Sən ya Ayətullah olacaqsan ya doktor. Ola bilməz ikisi də olasan. Çünki bunlar bir-birinə zidddirlər. Axı Ayətullah təqlid üstündə gedər, doktor təqlidin ziddinə gedər. Sən bunun hangisini gedirsən? Ayətullah geçmiş kitapları oxuyar bir şey olar, döktür, taza kitapları oxuyar bir şey olar, tazasını yazar. Sən taza kitap yazmada Xumeyninin fətvasıdır da, deyir ki, ağa, taza kitapları qoymayın hovuza, gərək qədimi şəkildə, sünnəti şəkildə geçsin. Bu olmaz, yəni buna döktür demək olmaz, bunlar döktür deyil, falan deyirlər. Bu da mənim düşüncəm o haqda. Mallah var Kanadada, malla da var, falsı da var Kanadada, Amerikada da var. Həm kilisa mallası var, Yahudiyyət mallası var. Calibdir, mən buradan sizə Yahudiyyətdən bir şey deyim, Məsihiyyətdən bir şey deyim sizə. Burada da eyni bizə tay, bizim millətimizə tay. Qulağı tühlü insanlar ki, qeyrəci yox, Məsih dövrü kimi yaşayaq, 2500 il bundan qabaqçı kimi, 4000 il bundan qabaqçı kimi yaşayaq, Yahudiyyətdə vardılar. Deyirlər ki, indi biz iştibaş etmişik. Biz o peyğəmbəri sevirik, gərək onun kimi yaşayaq. Necə? Onun zamanında bərq yox idi. İndi də bərq var, amma biz istifadə eləməyəcək. Onun zamanında maşın yox idi. Nə var idi? At var idi. Biz indi at istifadə edirik. Onun zamanında daşqa var idi, biz daşqa. Cəlibdir, bunlar bir yerlər düzəldiblər özünə. Bəziləri bunların 10 dana evləndilər. Diqqət bilin. Yəni burada evlənmək birdən adam izafə olmaz. Amma onların dinləri icazə verir və onlar bir ayrı yerdə özlərinə şəhər düzəldiblər, bir yer düzəldiblər, şəhər də həkətdir. Maşın ora getməz, maşın qoymazlar. Orada şəhərdən bir şey almazlar. Orada toyuğu özləri becərdərlər, yumurtalarını yeyərlər, ətini kəsərlər, yeyərlər, inək becərdərlər, inəyi kəsərlər, yeyərlər. Onlara xaricdən, eşikdən qarxana məhsulu alıb verməzlər o inəklərə. Onlar maşına minməzlər. Maşına da ehtiyacları düşməz. Yəni bir yerə getməzlər ki, minələr. Döktürə dərmana da özləri döktür dərman elərlər. Bilmirəm, əməl cərrahilər olsa neynərlər, onu bilmirəm. Gedib yaşamadığım üçün. Amma
Məsələn görmüşəm, gedirsən xiyabanda, yazıbdı ki, tablo vurubdu. Bir dənə daşqadı, üstündə 2 dənə adam gedir. Yəni ki, buradan daşqalılar keçəcəklər. Cəlibdir, getirsən maşından görürsən ki, məsələn bir dənə arvaddır, bir dənə kişidir, saqqalı buracan uzaldıbdı, başına da bir dənə uzun böyük qoyubdu. Beləsi daşqanı sürür, sənə də baxır, beləsi ki, yəni mən kef elirəm, sən kefsizsən. Məsələn, bunlar burada həm Yahudiyyətin var, həm Zərtüştinin falsı çoxdur. Falçılar da Hindistandan gəliblər. Çox falsı hindidir. Amma Kanadalı da, Avropalı da falcirlər vardılar. Bunlar çox belə bahaçıldırlar özləri də. Mən də getdim bunların birinin yanına. Bir nəfər məni məcbur elədi ki, onunla gedim, onun yanında getdim. Sonra o mənim də dedi, sən də falova baxım. Ötür baba, bilirəm yalan deyəcəksən. Baxdı, yalanlarını söylədi. Yalanlarından söyləyəndən sonra ki, tamamilə yalan idi. O cür bir şeylər nə mənim həyatımda olmuşdu, nə oldu sonra da. Amma o bir şeylər dedi. Sonra da hindilər alırlar $20, o dedi 80 dedim. Bax mən istəmirdim. Sən özün baxdın zoruna dedi. Baxdım hər halda $80 verəcəksən. $80 da bizdən aldı. Çox da şey deyirəm, yəni vardılar. Hətta Avropalıların da içində vardı. Hüccətül İslam olmaq var Kanada. Ərz elədim ki, onlarda mədrəsələri vardı. Amerikada, Kanadada din mədrəsələri vardı. İslamçıların da vardı, Yahudilərin də vardı, Məsihlilərin də vardı, Siklərin də vardı. Ərz eləyim, burada bir dənə dostumuz nə yazıbdı? Diyaq modernuq. Demaqla ki, modernluq olmaz. Gərək modernin özünün bir şəraiti var, oxuyacaq bu kitabda. O şərait olmasa modern olmaq olmur. İnsafəli qardaş, dialoqa da telefon bulunmu olsa yaxşı olar. Yox, yaxşı olmaz. Mən gördüm. O telefonlarımızdakı zəng elirlər, televizyonun vaxtı hadərə gedir. Çünki 3-4 nəfər məmulən zəng elirlər, özləri də heç bilmirlər, nə deyirlər, nə deyəcəklər. Mənim nəzərimdən iş olar, danışmasalar daha yaxşıdır. Bilmək iki tək hacarıdan oluşur. Hecarıdan üzülüşür məsələn istəyirsən. Çox, bir də al. İndi mən bunu bilmədim. Dostumuz nə deyir? Hər halda mənə istəyib bir şey öyrətsin. Təəssüflə olsaydılar soruşardım. James Morier. Hətmən o nevi səndə nə deyiblər? Yox, o deyil. O James Morier deyil. O ki deyirəm, bu şeyə yazıbdı. Üç qüvvəni bölməyi yazıbdı Fransada. Hamı onun nəzərlərini bilir. İndi mənim yadımda deyil. Elm cüşdü deyirlər. Elm coşdu deyirlər. Ola bilər. Vaqəən xatirələri çox alidir. Bilmirəm, hər halda yaşadığım şeylərdir. Bəzilər utanarlar bunları deyərlər. Mən nəzərimcə yaşadığım bir şeylərdir. Utanmağa da yeri yoxdur. Geyiş qapdı, doğrudur. Geyiş götdü, geyiş vurdu. Çoxudur. Mən də onu həm çox oynamışam, həm də çox şötək yemişəm orada. Özüm də o oyunlardan ki sevərdim. Elə o çox cəlibdir. Fikir edirəm ki, savaş dövrlərinin oyunlarındanmış. Ərz eləyim xidmətinizə ki, o da getdi. Piri Rəis, bunun şeyini oynayıblar, gözəldir. Serialını oynayıblar, tezlikdə başlayacaqlar Piri Rəisin serialını. Amma dostlar, əgər eşitsəz bu Vətənimsən serialına baxın. Vətənimsən, ya sən vətənsən. Belə bir şeydir. Amma Vətənimsən gərək olsun. O Möhtəşəm Yüzili oynayan o şey var idi, Şahın nəqşini oynayan. O oynayıbdı, vaqən ailə oynayıbdı. Yəni, bu kişinin əlin öpbəlidir. Əcəb, gözəl oynur, çox gözəl oynayıbdı. Və bu Vətənimsən bizim dərdimizə dəyər. Mən Günas TV-nin yerində olsam, bu serialı hər gün yayaram. Hər gün yayaram və təkrar yayaram. Qəlyan ərəblərdən yayılıb. Bilmirəm ərəblərə hardan gəlib də, hər halda onu istəyirəm deyəm ki, bəlkə bu biz, yəni türklər, ərəblər bəlkə Amerikanı Avropalılardan tez kəşf eləmişik, tutunu da onlardan tez gətirmişik. Onun üçün yadıma gəlir bizim ətrafımızda belə əkilirdi. O zaman bizim Urmiyə tərəflərindən bizə şey gələr, tutun yarpağı gələrdi. Dərdlərimizi deşdin Hidayət müəllim. Umarım ki deşilsin, deşilmək yaxşıdır. Əllərinizə sağlıq, var olun, sağ olun dostlar. Təşəkkür edirəm lütfünüzdən və məhəbbətinizdən. Sabahlar görüşərik.